bu Ramazanda, bu ibadət ayında Rəbbimizə həmd olsun. Çoxlu-çoxlu dua etməliyik. Uca Rəbbimiz dualarımızı qəbul eləsin, sıxıntılarımızı aradan qaldırsın. Uca Rəbbimiz kimin nə istəyarsı varsa istəyini, arzusuna çatdırsın. Uca Allah Teala bu gözəl vətənimizi qorusun, əmin-amanlığımız daimi olsun. Uca Allah Teala dünyasını dəyişən yaxınlarımızın məkanı cənnət eləsin, şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah Teala əskərlərimizi qorusun, ordumuzu qorusun, bütün xalqımızı qorusun. Uca Rəbbimiz ölkə rəhbərimizi qorusun, işləri müvəffəq eləsin. Amin, amin, amin. Bugün Peyğəmbərimizdən də danışacaq, amma ilk öncə gözəl bir hədis oxumaq istəyərdim. Oruç tutanın duası qəbul olunması. Peyğəmbərimiz buyurur ki, 3 dua mütləq qəbul olunar. Oruç tutanın duası, məzlumun duası və səfərdə olanın duası. Başqa rivayətdə gəlir ki, valideynin duası. Baxın, yəni 3 dua geri qaytarılmaz. Valideynin övladı üçün etdiyi duası, oruç tutanın duası, səfərdə olanın duası. Baxın, məzlumun və səfərdə olanın və oruç tutanın duasının qəbul olunmasının sirri onların qəlbindəki, yəni ehtiyac duyğusu, Allaha bağlılığı, qırılmışlıq, yəni qəlb artıq Allah önündə öz acizini etiraf edir. Bunun səbəbi budur. Ona görə oruç tutanın duası iftar vaxtına qədər, yəni sadəcə iftar anında deyil, iftar vaxtına qədər artıq qəbuldur. Yəni yol gedərkən çoxlu neynə dua elə. İstər iftardan əvvəl, istər iftar anında, istər də iftardan dərhal sonra olsun. Fərqi yoxdur. Oruçdan üçün nədir? Dualar qəbuldur. Ona görə el oruçdan qardaşım, bacım, iftar vaxtında da Allahdan dünya və axirət xeyirlərindən istəməyə diqqət eylə. Həmçinin gözəl bir fayda, müsəlman qadın Ramazanda ibadətdə kişilərdən üstün olur. Baxın, müsəlman qadın ibadətdə kişilərdən üstün olur. Bu ən böyük nemətlərdən birisidir. Nəyə görə qadınlar kişilərdən üstün olur? Səbəbi nədir? Yəni bunun səbəbi nədir? Səbəbi çox gözəl, çox rahat. Baxın, nədir alimlərdən birisi? Çünki qadın əgər ərinə, ev əhlinə xidmət etməyə çalışır, onların ehtiyaclarını ödəyəcək yeməklər hazırlayırsa, bunu Allah rızası üçün edirsə, o zaman bu Allah Teala'ya ibadət sayılır. Bu onun savablarını artırır və əməllərinin hesabını gözəlləşdirir. Müsəlman qadın da yemək hazırlayarkən dilini Allah'a zikr etməklə məşğul etsin. Yəni o bişirərkən Subhanallah, Elhamdülillah, bütün zikirləri edə bilərsən. Bu özü nədir? Zikirdir. Bu ona görə böyük savab qazandıracaq və Ramazanın gündüzündə Rəbbinə ibadətdən uzaqlaşmasına səbəb olmayacaq. Qadın düşünməsin ki, mən yemək bişirirəm, evi təmizləyirəm, ibadət. Xeyr, o özü ibadətdir. Sən 2 qat savab qazanırsan. Ona görə evi təmizləyəndə belə, yemək bişirəndə belə zikirləri dilindən düşürmə. Nə xoşbəxtdir o müsəlman qadın ki, ərinə və ailəsinə xidmət edərkən Allahdan mükafat gözləyir və eyni zamanda Allahın zikrini unutmur. Ramazan günlərində bacardığı qədər ibadət edir. Həqiqətən o böyük bir müvəffəqiyyətə nail olmuşdur. Baxın, ona görə də qadınlar, sizin savabınız kişilərdən 2 qat nədir? Çoxdur. Elhamdülillah. Buna görə insan nədir? Qadınlar sevinməlidir. Həmçinin baxın, gözəl bir fayda buyurur alimlərdən birisi. Ramazan ayında çatmaq və onu oruclu keçirmək Allahın imkan verdiyi kəslər üçün böyük bir nemətdir. Ramazan ayında bağışlanan şəxs həqiqətən mərhəmətə nail olmuşdur. Onun xeyrindən məhrum olan isə həqiqətən ziyana uğramışdır. Kim bu ayda axirət üçün hazırlıq görməzsə, o nə zaman deyir bu hazırlığı görəcək. Yəni bu ayda qazanc əldə etməyən nə vaxt qazanacaq? Necə ola bilər ki, gəlin qurtuluşa çağırışını eşidirsən, amma hələ də zərər içində qalmağa davam edirsən. Necə ola bilər ki, səni islah olmağa çağırırlar, amma sən hələ də islaha doğru addım atmırsan. Yəni bu ayı orucla keçirməyə ümid edən nə qədər insan var idi ki, onların ümidləri olmadı. Yəni dünyadan köçdülər, Ramazana çatmadan Allah dərgahına qovuşdular. Ona görə neçə insan sabahı gözlərdi, lakin o sabaha yetişə bilmədi. Ona görə əgər biz də əcəlimiz yaxınlaşmamışdan əvvəl, yəni çoxlu yaxşı əməllər etməliyik. Ramazan ayı fürsətdir. Ona görə Ramazan ayında bu gözəlliyi insan neynəsin? Gərək əlindən qaçırmasın, Rəbbimizə həmd olsun. Belə bir Ramazan ayına nədir? Qovuşmuşuq. Bu gün həmçinin həftənin əlbəttə ki 4-cü günü, cümə axşamı, düzdür də cümə axşamıdır bugün. Artıq sabah cüməyə hazırlaşılır. Bugünün özəl ibadəti var, Peyğəmbərimizə salavat var. Ramazan ilk cüməsi olacaq. Ramazan ilk cüməsi və salavat gecəsidir bugün.
Yəni düşünün, bu xeyirlər üst-üstə yığılıb. İstədim bir peyğəmbərimizdən toxunaq. Deyir, Nəcif şərəfli adam. Rəbbinin adı ilə oxu. Baxın. Əgər biz 4000, yəni 400 min, 1400 il əvvələ qayıtsaq, yəni 1446 il əvvələ qayıtsaq, qayıda bilsəydik, o zaman Məkkənin küçələrində görərdik ki, Məkkənin bazarlarına nəzər salsaydıq, o dövrün bütün canlılığı və hərəkətləri ilə təsəvvür edə bilərdik. Burada bir kişi dəvə dərisi satır, onu Yəməndən gətirmişdir, onun qiymətini artırmaq üçün müştərilərlə bazarlıq edir, başqa birisi qılınc və qalxan satır, əla keyfiyyətdə hazırlanmış biri silahla fəxr edir, orada bir qadın insanlara su paylayır, təsəvvür elə, bazarın girişində bir kişi atını satır və gür səslə atın xüsusiyyətlərini təsvir edir, o atın üstünlüklərini vurğulayır və onun gücündən, gözəlliyindən danışır. Bazarda elə bir dükan var ki, qadınlar içəri girib ehtiyaclarını alır və sonra öz evlərinə qayıdırlar. O ağacın kölgəsində bir gənc oturmuşdu, onun adı Məhəmməd idi. Səsi sakit və mülayim idi. O sakit bir gənc kimi görünürdü. O malını bazardakı digər satıcılar kimi sərgiləmişdi. Əgər bir müştəri gəlib bir mal haqqında soruşsaydı, o əvvəlcə malın yaxşı keyfiyyətlərini sadalayardı, sonra onun qüsurlarını da qeyd edərdi. Bunu edən başqa bir satıcı o bazarda yox idi. Adətən satıcılar mallarını yalnız yaxşı tərəflərindən danışırlar. Amma o hər şey olduğu kimi söyləyirdi. Bu cür dürüstlük və etibarlılıq müştərinin satın alma qərarını dəyişdirə bilərdi. Lakin bu satıcıya Əl-Əmin, etibarlı insan deyilirdi. O da kim idi? Muhammed sallallahu aleyhi ve sellem. Bazarda olan hər kəs həyata yalnız dinər və dirhəm gözü ilə baxırdı, pul. Onlar yalnız alverin səs güyünü eşidirlər, hərracda qışqıran səsləri dinləyirdilər. Kim artırır, kim artırır. Bu bazar üçün adi bir mənzərə idi və hər gün insanlarla dolu bir yerdə belə bir şəxsiyyətin olması təəccüblü deyildi. Axı bu bazar almaq və satmaq üçün bir yerdir. Peyğəmbərimiz də ticarətlə məşğul olurdu. Xədicə anamızın ticarətini özü bazarda davam elətdirdi. Lakin həqiqətən də təəccüblü olan şey orada bir dəyərlərin olması idi. Bir qrup insanların yalnız qazanc əldə etməyə deyil, fəzilət və insanlıq duyğularının yaşatmağa çağırırdı. Onlar insanlara öz inanclarını, ideallarını, vicdanlarını qorumağı öyrədirdilər. Nəyi? Əxlaq. Hətta bir müddət sonra bu bazarın izdihamı kütləsi insanın dəyərlərin əhəmiyyətini anlamaya başlayırdı. Amma bazarda dolaşan başqa bir şey var idi. Yalan, böhtan, yalandan and içmək hər yerdə olduğu kimi. Məkkənin bazarında da belə idi. Sonra axşam çağı idi. O sanki insanların, yəni yalanlarını eşidir, doğrunu axtarırdı. Kim? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Və sonra öz-özünə belə sual verərdi. Bütün bu həyatın dəyəri nədir? Dürüstlük olmayan həyatın məqsəd nədir? Ölümün mənası nədir? Hər zaman düşünür. Hələ ibadət yoxdur, amma hər zaman düşünür. O günün günəşi batmağa yaxınlaşır. Bazardakı hər satıcı hərisliklə kisəsini açır və ya dəri pul torbasını çıxarıb qazancını sayır. Onun üçün bu qazanc soyuq, yalan, yersiz andlar və hər bir şey əsas nədir? Qazansın. Bəziləri üçün bu həyatın yeganə qapısı budur. Hansı ki, yalan danışır və yalandan and içirlər. Lakin bu mənasız həyatın girdabında qalan ürəklər yalnız aldatma, egoist içində boğulanlar da var, olmayanlar da var. O evinə çatır, bazardan qalan gəlirlərindən bir hissəsini həyat yoldaşı Xədicəyə aparır. Sonra içində rahatlıq tapdığı məkana doğru yola düşür. Haraydı o? Hira mağarası. Orada özünü tapır, düşüncələrini toplayır və ruhunu bu qaranlıq dövrün cahilliyindən azad etməyə çalışırdı. Harda? Mağarada. Onun yolunda nə bir ağac, nə də bir daş, yalnız bir mağara. O buranı tamamilə kifayət edən bir varlıq kimi qəbul edir, yanından keçənlər ona diqqət yetirmədən ötüb keçirlər. O isə ayaq saxlayır, dərin bir nəfəs alır və dağların ətrini içinə çəkir. Bu mağara özünə məxsus bir sükut və xüsusi bir qoxu yayır. O uzaqdan baxan susmuş dağlara qarışmış bu ətri hiss edir. Bəs onun niyyəti nədir? İnsanlar onu yormuşdur Peyğəmbərimizi. O yalanını eşidir. İnsanların inancları, bütə ibadətləri onu sıxır, darıxdırır Peyğəmbərimizi.
Amma o yeganə şəxsdir ki, hələ də saf qalmağa çalışır, saflıq və təmizlik toxunmasına bənzəyən tək bir varlıq. Onlar bütlərə səcdə edirlər, hiss etməyən, heç bir duyğu və cavab verməyən bir daş bütlərə. Onlar bütlərə qurban verir, Lat Üzzəyə and içirlər, zülm edirlər, yalan danışırlar, yalan şahidlik edirlər, qızlarını diri-diri torpağa bastırırlar. Sadəcə oğurlanmış bir dəvə üçün və ya yalnız bir sözə görə edilən mübahisələr bəzən də qəbilələr arasında baş verən nədir qırğınlar. Bütün bu vəhşiliyin içində onların ruhlarına toxunmamış nə qaldı? İnsanlıqdan geriyə nə qaldı? Qaranlıq və zülmət idi. O zaman Peyğəmbərin yaşadığı bir dövr. Lakin bu qara həyat Məhəmmədə toxuna bilmədi. Nə qədər çalışsalar da onun saf varlığını bu qaranlıqla ləkələyə bilmədilər. O bu qaranlıq dünyada aydınlıq tapmağa çalışırdı. Amma görünən odur ki, hər tərəfdə toplanmış qatı zülmət hətta kiçik bir işığın parlamasına belə imkan vermirdi. Yəni ərəblərin düşünün o zaman yaşadığı nədir? Toplum. Ona görə də bu gənc cahiliyyəni tərk etmək üçün içində bir yol tapdı. Nə vaxt ki, bu daşlaşmış həyat onu təzyiq edirdi, o dağların sakitliyinə üz tuturdu. Bu dağlar onun üçün bir sığınacaq idi. O dağların dərin sükunətini hiss edirdi, amma onu başa düşmək hələ də mümkün deyildi. Sanki bu dağlar ona nəsə demək istərdi, lakin o hələ də bu sırrı tam olaraq dərk etməmişdi. Gedirdi, Hira mağarasına qalırdı, düşünürdü, bilmirdi. Amma həyat onu bezdirmişdi. Bu nə həyat deyə düşünürdü, başqa heç bir şey. Heç bir şey qalmayıb əqidədən, etiqaddan. Amma o dağlara çatır və içində qəribə bir hiss yaranır. Məkkə əhalisinin halını düşündükcə qəlbini dərin duyğular bürüyür. Onların vəziyyətini anlamaq həyatı gözündə kiçik və yüngül bir şeyə çevirir. O mağaranın girişinə doğru irəliləyir. Bu mağara onun üçün xüsusi bir dost kimi idi. Onunla möhkəm bir bağ hissi edirdi, yaranmışdı. O dağın zirvəsinə qalxır, bu ucaq dağların sakitliyi və böyüklüyü arasında sanki iki nəhəng möhtəşəmlik toqquşurdu. Mağaraya daxil olur və orada iki nur biri ilə qovuşur. Onun qəlbindən gələn nur və mağaradan süzülən işıq. Başqa heç bir şey yox idi. O zaman bütün kainatda, Məkkədə ancaq nə idi? Qaranlıq və bütpərəstlik. Mağara əvvəlcə kiçik bir dağın bir parçası idi. Sanki o böyük dağın Məhəmmədin bir parçasına çevrildi. Adətən dağlar mağaraların bir hissəsi olmur. Amma bu mağara o böyük dağdan ayrılmaz bir məkan oldu. O mağaranın bir ikincine çəkilir, sakitliyin içində huzur tapır və ruhunu təmizləyir. Beləcə tənhalıq və düşüncə yolunu seçir. Bu artıq onun həyat tərzi və ibadət formasıdır. Necə ibadət edir, heç kimsə bilmir. Ancaq düşünür. Səmaya baxır, düşünür. Ola bilməz, niyə insanlar bütlərə sitayiş etsinlər? Niyə insanlar bütlərə heyvan kəssinlər? Niyə Allahdan başqasına ibadət etsinlər? Ancaq bunu düşünürdü. Qəlbi bunu qəbul etmirdi. Bu mağarada o özü ilə baş-başa qalır, yaradılışın həqiqətini anlayır və qəlbinə yol tapan ilahi hikmətləri dərk edir. O gördükləri və eşitdikləri qarşısında təəccüb içindədir. İnsanların hər şey, lakin yalnız yaradandan başqasına ibadətə layiq görmələrini düşünür. Kimisi günəşə, kimisi aya, kimisi daşa, kimisi ağaclara, kimisi isə arzularına, nəfsinə və maddiyyətə ibadət edir. Bəziləri qidaya, bəslənməyə, yağlı yeməklərə tapınır, amma göylərin və yerin Rəbbinə səcdə etmirlər. Ərşin uca Rəbbindən üz çeviriblər. Bəs görəsən, o Nur Məhəmmədin qəlbinə hardan gəldi? Bunu hardan düşündü? Onun qəlbində bu möcüzəvi hal necə baş verdi? Uşaqlığında baş verən hansısa bir hadisə onun ruhuna təsir etmişdimi? Bilmirik. Bəlkə də həyatın başlanğıcında baş vermiş xüsusi bir an idi. O 6 yaşında idi, uşaqlar oynayırdı. Qəfildən iki qərib adam gəldi və bütün uşaqlar qorxub qaçdılar. Lakin onun üçün çox fərqli bir şey baş verdi. Həmin iki şəxs onu yerə uzatdı, sinəsini yardılar və içindən qara bir laxta çıxartdılar. Biri digərinə dedi, bu şeytanın ona olan payıdır. Onlar şeytanın payını çıxardılar, beləliklə ondan şeytanın izi silindi və o pak bir insan oldu. Sonra onun sinəsini nurla doldurdular, qəlbini yudular və saflaşdırdılar. Daha sonra onu bərpa edib sinəsini bağladılar, sanki heç bir şey olmamış kimi. Bu hadisə həmin nurların başlanğıcı idimi? Bəlkə də.
Yoxsa bu insan həyatına təsir edən ilahi bir iradənin əlaməti idi. Bəlkə də bu hadisə sadəcə bir təsadüf deyildi. Bəlkə də onun doğulduğu andan etibarən başlanan qəribə bir hekayənin tərkib hissəsi idi. Elə ilk baxışdan belə onun gözlərində göylərə bağlı bir pırıltı var idi. Səmaya baxır, düşünür. Niyə? Amma heç bir şey bilmirdi. Sanki o hələ ilk gündən etibarən nəciblik, paklıq və böyüklüyün rəmzi kimi göndərilmişdi. Rəvayət edilir ki, onun doğulması öncəsi və zaman baş verən hadisələr onun bu dünyaya yalnız işıq gətirmək üçün gəldiyini sübut edirdi. O bu dünyaya aid deyildi. Onun bu dünyada tək mənsubiyyəti günəş kimi kainatı işıqlandıracaq nur idi. Baxmayaraq ki, o adi insanlar kimi bədənə sahib idi, amma onun yönəlişi, diqqəti, hədəfi tamamilə başqa idi. Anası Əminə doğuş zamanı gördü ki, onun bədənindən bir nur çıxdı və bu nur Şamın saraylarını işıqlandırdı. Daha sonra həmin dövrdə baş verən hadisələri araşdırdıqda bu hadisəni təsdiqləyən çoxlu işarələr və möcüzələrə rast gəlinir. Tarixin ən mühüm insanlığın gəlişidir, yaxınlaşır. Bu sadəcə bir hadisə deyil, bu sadəcə bir iradə deyil ki, o bu həyata qısa bir səfər etsin. Xeyr, bu kainatın öz yaşı qədər dərin bir təqdirdir. Allahın qədəri belədir ki, bu insan insanlığın zülmünün, yalanlığın, cahillərin qaranlığının və yabani düşüncələrin axınının sonunu gətirəcəkdir. Və o, üfüqü işıqlandıracaq. Və o zikir və təsbihat üçün idi. Qəfildən mağaranın içinə qəribə bir ziyarətçi ilə doldu. Oturub gecənin qaranlığında heç kimsə yox, ancaq o mağaradan Kəbəni görə bilir. O anda mağaranın içərisinə qəfildən bir ziyarətçi gəlir. Məhəmməd ayağa qalxır, üzünü ona tərəfə çevirir və gələn qəribə varlıqla üz-üzə dayanır. Amma bilmir nədir. Bu varlıq insan cismində idi, lakin xarici görünüşü fərqli idi. Sanki uşaqlıqda sinəsini yarıb nurla dolduran varlıqlara bənzəyirdi. O yaxınlaşır və sanki göy üzü ona yaxınlaşır, bir nur. O 7-ci səmadan gələn bir vəhiy gətirən idi, Cəbrail əleyhissalam. Onun varlığı və mövcudluğu yer üzündə alışılmış hisslərə bənzəmirdi. O Cəbrail idi, o göylərin ən böyük mələyi idi. O bu insana Allahdan xüsusi bir mesaj gətirmək üçün nazil olmuşdu. O andan etibarən Məhəmməd tam paklığa və aydınlığa çatdı və mağaranın içi ilahi işıqla doldu, göy işıqla doldu və zirvəyə çatan bir paklıq parladı. Bu ən böyük mesajın nazil olması üçün ən uyğun an idi. Bu əzəmətli dağları belə titrədən bir vəhidir. Əgər biz bu Quranı bir dağa nazil etsəydik, o Allah qorxusundan titrəyən parça-parça olan görərdin, deyir vəhiy. Artıq Məhəmməd tam hazır idi. O dünyanın bütün dağlarından daha güclü, bütün sulardan daha pak və bütün günəşlərdən daha parlaq idi. Cəbrail əleyhissalam yaxınlaşır, onu heyrət bürüyür. Suallar dalbadal beynində axır, düşün o anda. Və birdən Cəbrailin möhtəşəm səsi vəhiydən ibarət dalğalar kimi mağaranı doldurur. Oxu. Böyük bir şey baş verir. Bütün bu əzəmətin açarı oxu əmridir. İndi vəhiy sənə nazil olacaq. İlk dəfə Allahın müqəddəs kəlamları qəlbinin dərinliklərinə toxunacaq. Bu an bütün varlığınla hazır olmalısan ki, sənə xüsusi bir vəhiy nazil olsun. Oxu. Məhəmməd isə titrəyək cavab verir. Mən oxumağı bilmirəm. Mən oxumağı bilmirəm. Yəni, mən əlif, bə arasında fərq qoymuram. Qələmi tutmağı bacarmıram. Yazılmış hərflərin necə tələffüz edildiyini öyrənməmişəm. Bəs necə oxuyum? Cəbrail əleyhissalam onu qucaqlayıb sıxır. Elə bir şəkildə ki, sanki ruhu bədəndən ayrılacaqmış kimi. Sonra baxıb, buraxıb ona deyir. Biz sənə onu ağır bir söz olaraq nazil edəcəyik. Yəni, Quran-ı Kərim ağır bir kəlamdır. Bu ağır kəlmə, bu heyrətamız ifadə Allahın əzəmətindən danışır və insanlığın xilası üçün bir vəhiydir. Cəbrail əleyhissalam davam edir. Yəni, bu nur sənin sinəndə sabit olacaq. Bütün Məkkəyə yayılacaq. Sanki bunu demək istəyir. Bütün qitələrə yayılacaq və bütün kainatdakı qaranlıq çağını bitirəcək. Sonra Cəbrail yenidən Məhəmmədi qucaqlayır və sıxır. Oxu. Məhəmməd isə titrəyək yenə cavab verir. Mən oxumağı bilmirəm. Cəbrail əleyhissalam onu ikinci dəfə möhkəm qucaqlayır. Bununla vəhyi təsdiqləyir və bu yolun nə qədər çətin olduğunu bildirir. Sonra buraxır və yenidən eyni söz təkrarlayır. Oxu. Lakin Məhəmməd eyni cavab verir. Mən oxumağı bilmirəm. Bundan sonra Cəbrail üçüncü dəfə onu
sıxır, bu sıxma ölümün çətinliyinə bənzəyir. Rəsulullah sonra vəsf edir, qorxdum ki, az qaladı, canım çıxacaq. Onun əzəməti həyatı bürüyür. Ölüm və həyat bir anda toqquşur. Sanki işıqlı bir ölümün və nurlu bir həyatın başlanğıcıdır. Və burada kainat bir anlığa sarsılır. Sanki göydən yerə ilk ilahi mesaj gələr. İlahi nurun ilk şüarları səmavi qapılardan axır və ilk vəhiy enir. Oxu, Rəbbinin adı ilə oxu. O insanı laxtalanmış qandan yaratdı. Oxu, Rəbbin ən kərim olandır. O qələmlə yazmağı öyrətdi. İnsana bilmədiyini öyrətdi. Cəbrail ona belə dedi. Məhəmməd bədənində bir hüceyrə belə qalmadı ki, titrəməsin və oyanmasın. Kainatın sonsuz məkanda bir zərrə belə yox idi ki, xəbərdar olmasın və vəhyin enməsini hiss etməsin. Belə bir andır ki, Məhəmməd ibn Abdullah ibn Abdülmuttəlib Əl-Haşimi Qureyşidən Məhəmməd Əmin dünyaların rəhməti olan Peyğəmbərə çevrildi. Peyğəmbərliyin enməsi adi bir insan bir anın içində müqəddəs bir şəxsiyyətə çevrildi. Lakin bu sadəcə adi bir dəyişiklik deyildi. Bütün varlıq aləminə ən ağır məsuliyyətə çevrildi. O dağlardan da daha ağır, mövcudluğun özündən daha da qəribə və ən ehtişamlı bir hal idi. Sanki günəşin şüaları onun üzərinə düşürdü. Burada kainat sanki bir anlıq dayanır. Səma ilə yer arasında ilk ilahi mesaj üçün. İlahi nurun ilk şüarı dünya səmasından, qapılarından axır. Oxu, yaradan Rəbbinin adı ilə. Oxu, insanı laxtalanmış qandan yaratdı. Oxu, sənin Rəbbin ən səxavətlidir. O insanı qələmlə yazmağı öyrətdi. Ona bilmədiyini öyrətdi. Beləcə Cəbrail sonra onu neynədi, buraxdı. Artıq Məhəmməd sallallahu əleyhi və səlləm bədənində bir boşluq qalmamışdı ki, o dolmamış olsun. Bütün varlığı ilə dolmuşdu. Kainatın ən böyük həqiqətinin tək bir zərrəsi belə boş qalmamışdı. Bu an bütün varlığı dəyişdirən bir an. Bu Haşimi Qureyşlindən olan Məhəmməd Allahın ona verdiyi ən uca vəzifəni daşımağa başladığı an idi. O artıq doğru danışan əmin insan deyil, aləmlərə rəhmət ən böyük Peyğəmbər idi. Peyğəmbərlik vəhiyinin nazil olması o bir neçə an öncə bir adi bir insan idi və bir neçə an sonra isə ən uca şəxsiyyətə çevrildi. Lakin bu sadəcə bir mövqe yüksəlişi deyildi. Əksinə, bütün yaradılmışlar içindəki ən böyük şəxsiyyət olmuşdu. Elə bir yük ki, dağlar belə onu daşımaqdan aciz qalar. O mövcudatın sirrindən daha qəribə, günəşin şüalarından belə parlayıb aydınlata biləcəyi bir varlıq idi. Hira mağarasında baş verən hadisə, bu anlar insanın 28 hərfdən ibarət bildiyi hər şeydən daha çətin idi. Bu anlar sözlərin quruluşundan, mənalarından və yerlərindən daha çox dəyişirdi. Bu peyğəmbərlik idi, bu risalət idi, bu seçilmə idi. Bu isə ona ilk vəhy idi. Allah daha yaxşı bilir, harada və kimə vasitəsilə risalətini göndərəcəyini də. Allah onu seçdi. Allahın risaləti onu qəbul etməyə hazır olmayan bir insanın qəlbinə yerləşdirdi. Allah risalətin məğzini hələ anlamayan bir insana ona bəxş etdi. Allah onu bir elçi olaraq seçmək istəyini açıqlamadan ona bu yola yönəltdi. O qəflətin dərinliyindən çıxardı. Buna görə Cəbrail mağaradan çıxdıqdan sonra Peyğəmbər onun ardınca mağaradan çıxaraq titrəyirdi. O qorxu, heyrət və dərin düşüncənin içində idi. Sanki bir dağın zirvəsindən enirdi, ya da içində qaynayan bir vulkanın şölələri onu bürümüşdü. O evinə pak və salih həyat yoldaşı Xədicənin yanına çatdı. Hələ də titrəyirdi, belə deyirdi: "Məni örtün, məni örtün." Bu insanı donduran ən soyuq bir titrəmə idi. Bu adi bir insandan səhər və ya axşam ona vəhy nazil olan bir insana çevrilən birinin titrəməsi idi. Bu yemək yeyən və bazarlara gəzən bir insanın artıq göydən gələn xəbərləri alan bir insana çevrilməsinin təsiri idi. Xədicə evdə olan bütün paltar və örtükləri topladı və onu bürüdü. Sonra ona sakitləşənə qədər yanında qalacağını bildirdi. Sonra onun başına gələnlər haqqında soruşdu. O da gördüyü və eşitdiyi hər şeyi ona danışdı. Xədicə ona tam bir inamla belə dedi: "Xeyr, Allaha and olsun, o səni heç zaman tək qoymaz." Bu söz Xədicənin Peyğəmbər haqqında söylədiyi və onun həyatının şüarı olan ifadə idi. Çünki bu, nəcib və xeyirxah bir insan üçün həyatın qanunu idi. Kim insanlara dayaq, yardım və pənah olur, onların yükünü daşıyarsa, Allah da onu həmişə qoruyar və heç vaxt rüsvay etməz. Günlər keçdi, Peyğəmbərlik başladı və Məhəmməd artıq bölünməz bir bütöv idi.
O onu izləyən möminlərə bir yerdə idi. Və ona düşmən olan inkarçılar da üzlə dayanmışdı. Müharibələr başladı, lakin eyni zamanda mərhəmət yayıldı. Düşmənlərin qarşısında güclü bir döyüşçü oldu, lakin qəlbi sevgi və şəfqətlə dolu idi. O nur oldu, o aləmlər üçün hidayət oldu. O səbir, sevgi və sədaqətin rəmzi idi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Baxın, bizim Peyğəmbərimizə bu nədir deyir? Vəhyin gəlməsi deyir, başlaması sallallahu aleyhi və səlləm. Ona görə biz sevinməliyik ki, bizim belə bir Peyğəmbərimiz var. İnsan buna görə həm sevinməli, həm ona çoxlu salavat deməli. Baxın, nə deyərdilər onun üçün? Deyir ki, Mədinənin deyir, gülü deyir. Abdullah Məsud nə deyir? Deyir ki, Peyğəmbər qəlbində sevgini sağa və sola yayan bir insan idi. O sevgidən elə bir ətir buraxırdı ki, onu unutmaq mümkün değildi. Sahabələri əvvəllər quru səhranın sərtliyi və quraqlığı içində yaşayan ərəblər idi. Onun gəlişi onların çılpaq səhralarını yaşıl bir cənnətə çevirdi qəlblərini. Daha əvvəl yanmış günəşin altında qurumuş qəlblər onun sevgisinin dadandan sonra dəyişdi. Onların ruhları sevgiyə aşiq oldu, onun eşqini tərənnüm etdi və onun məhəbbəti ilə canlandı. Artıq onların solğun sarılığı yox oldu və ruhları qızılgül rəngi aldı, deyir Peyğəmbərdən sonra. Məhəmməd sallallahu aleyhi ve sellem onları elə bir halda tapdı ki, kişilər qızlarını diri-diri bastırırlar və onları yenidən formalaşdırdı. Onların sevgisinin iksiri ilə tərbiyə etdi və dəyişdirdi. Balaca kisə pula görə qardaşını bir rahatça öldürə bilərdi. Onlar tamamilə yeni insanlar oldular. Sanki dünən etdikləri barbarlıq və qəddarlıq baş verməmişdir. Bax, bu Ömərdir. O güclü iradəyə və sərt xasiyyətə malik idi. O bir zamanlar qızını diri-diri bastıran və bugün isə ağlayan insana dönmüşdü. Lakin sonra dəyişmişlər. Abu Zər, baxın, deyir ki, o ki Allah üçün yerə üzünü qoydu və Bilala dedi ki, ayağı ilə üzünü tapdalasın. Bilal qul, kölə, Abu Zər isə tanınmış birisi. Bilalın xətrinə dəyib, deyir ki, üzünü yerə qoyub, deyir ki, məni ya bağışla, ya da ayağınla üzümü tapdala, deyir. Gör necə insan dəyişir. Yəni kölə qarşısında özünü aşağı dərəcə görür. Nəyə görə? Çünki Peyğəmbərimiz onlara əxlaq öyrətdi, deyir. O Bilal da deyir, bu kəlmə ilə bir kəlmə incitmişdi. Bilal isə onu ayağa qaldırdı və qucaqladı, deyir. Baxın, bu isə Səid ibn Əbu Vaqqas, o Abdurrahman ibn Avfunun cənazəsi arasında gəzirdi. Güclü və cəsir bir insan olmasına baxmayaraq, dərin bir kədərlə titrəyən bir səslə dedi, ah, nə böyük bir itki. Təmiz dəyişmişlər. İnana bilmirdilər ki, bu insanlar necə dəyişsin? Sərt qəlbli insanlar necə dəyişsin? Onların qəlbləri artıq sevgi adlı bir şey anlayırdı. Daha əvvəl sevgi onlar üçün açılması mümkün olmayan bir sir idi. Bu Peyğəmbərin onlara öyrətdiyi məhəbbət möcüzəsi idi. O elə bir sevgi toxumu əkdi ki, onların qəlbləri həyatın özünə yenidən can verdi. Və beləliklə ruhları sanki yeni bir ətir kimi yayıldı. Baxın, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Hudeybiyyədən qayıdarkən müsəlmanların kədər hissləri zirvədə idi. Çünki onlar o anda inanırdılar ki, bu saatlarda artıq zəfər qazanmalıdırlar. Lakin bu səfər onlara yalnız yol yorğunluğu gətirdi. Məkkəyə daxil olub bilmədilər, geri qayıtdılar. Onlar nə ümid etdilər, nə də ki, Məkkədəki müqəddəs Kəbəyə baxa bildilər. Əksinə, müşriklər aralarındakı bütün mübahisələr əleyhlərinə olacaq bir sülh müqaviləsinə çevrildi. Bu yolda yorğunluq və ümidsizlik hakimdir. Lakin göydən bir müjdə indi. Allah sizə bol-bol qənimətlər vəd etdi. Siz onları əldə edəcəksiniz və bunları sizə tezliklə bəxş edəcək. Fəth surəsi 20-ci ayə. Bu qənimətlər əslində xeyirli bir fəth idi, Xeybərin fəthi. Lakin müsəlmanlar bunu o an anlamadılar. Peyğəmbər isə səbirlə davam edir. Gülümsüyür sahabələrin təlaşına. Çünki deyir ki, Allah mənə heç zaman nədir? Tək qoymaz. Onlar fəthin necə böyük bir xeyir, sevincə müjdə gətirdiyini başa düşməmələr üçün zamana ehtiyac duyurdular. Hudeybiyyə sülhü onların ruhları üçün bir təmizlik və rahatlıq idi. Lakin sahabələr bu sülhün necə böyük bir zəfər olduğunu dərhal qavraya bilmədilər. Onlar ancaq sonra başa düşdülər ki, bu açıq-aşkar bir qələbə idi. Və bu qələbə Peyğəmbər üçün xeyirli bir zəfərə çevrildi. Bu Allahın hədiyyəsi kimi idi. Çox çətinlik olmadan, böyük yorğunluq hiss etmədən onlar böyük qənimətlər əldə etdilər və Allah Teala bunu onlara böyük bir nemət kimi təsvir etdi. Yəni Peyğəmbərimiz yenə də sakin görünürdü, deyir. Düşünün.
o yaxın bir dostunu gördü, sevimli və ən əziz insanlardan birini. Baxın, Peyğəmbərimiz uzun bir illərdir ki, Cəfər ibn Əbu Talibi görməmişdi. Cəfər hicrət etmiş Həbəşistana. Onun aylığı 10 ildən çox davam etmişdi. İslam ilk günlərindən bəri onun silahdaşı idi və indi o 10 illər sonra qayıdırdı. Peyğəmbər onu bağrına bastı. Onların görüşü rəsmi bir qarşılamadan daha çox illərin həsrətini unutduran bir an idi. Peyğəmbərimiz Cəfəri isti göz yaşları ilə qucaqladı və gözlərində həsrət dolu sevgi parladı. Sanki illərin ayrılıq acısını geridə buraxır, onu ən dərin sevgi ilə salamlayırdı və bütün qəlbi ilə həsrət və sevgi ilə dolu bir səslə belə dedi: bilmirəm, hansı daha çox sevindirdi, Cəfərin qayıdışı yoxsa Xeybərin fəthi? Peyğəmbərimiz belə sevərdi insanları. Onun əmisi oğlu və köhnə dostu ilə görüşü Peyğəmbər üçün fəthin gətirdiyi sevinç, izzət və müjdə ilə bərabər idi. Bu möhtəşəm Peyğəmbərin qəlbindəki möcüzəvi sevgi enerjisi idi. Peyğəmbərimiz baxın belə bir insan idi. Onun sevgisi, xüsusi diqqəti, mehriban münasibəti, təbəssümü ilə hiss etməsinə səbəb olardı. Hər kəsə belə davranardı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Yəni həmçinin insanlara, yanındakı insanlara, hətta onu görməyənləri belə Peyğəmbərimiz xatırlamışdı. Baxın, düşünün ki, Peyğəmbərimiz bir insana deyir ki, bir gün Muaz yolla gedir. O minlərlə insan arasında yeriyirdi, adi bir gün kimi görünürdü. O təyin olmuş bir görüşə doğru getdiyini düşünmürdü. Ancaq bir neçə an sonra eşidəcəyi bir söz bütün həyatını dəyişdirəcəkdi. Peyğəmbər ona yaxınlaşdı, onu əlindən tutdu. Bu nə demək idi? Niyə Peyğəmbərimiz Muazın əlindən tutsun? Dedi, ey Muaz, Allaha and olsun ki, mən səni sevirəm. Ey Muaz, sən indi hər şeyi dayandırıb, yeriməyi də, danışmağı da unuda bilərsən. Çünki Peyğəmbər sənə sevirəm dedi. Peyğəmbər bir insana desə ki, səni sevirəm, o düşünün nə deməkdir Allah dərgahında. Peyğəmbərimiz bax belə insan idi. Düşünün, Peyğəmbərimiz necə insanlar arasında sevgi yayardı. Və əsas burada məqsəd nədir? Nəyi burada vurğulamaq istəyirəm? Baxın, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həsrət deyir, göz yaşları. Peyğəmbərimiz belə insan idi. Bir gün Peyğəmbər sahabələr birlikdə qəbirstanlığa getdi. Bu, mühüm bir sandıq kimi idi. Orada həm onu görmüş insanlar yatırdı, həm də onu görmədən ona iman gətirib dinini qəbul edənlər. Onlar ruhlarının haqqın müdafiəsinə sərf etdilər. Onlar sevgi ilə çağırıldılar və bu çağırış həsrətin ən gözəl ifadəsidir. Peyğəmbər onları xatırlayır və həsrətlə göz yaş tökürdü. Peyğəmbər sahabələrinə baxaraq dedi, kaş ki qardaşlarımızı da görə biləydik. Sahabələr bu sözlərə təəccübləndilər. Çünki onlar Peyğəmbərin ətrafında idilər və özlərini onun qardaşı hesab edirdilər. Onlar dedilər, məyər biz sənin qardaşların deyilik, ey Allahın elçisi? O buyurdu, siz mənim sahabələrimsiniz, qardaşlarım isə hələ dünyaya gəlməyənlərdir. Peyğəmbər sənin üçün, baxın, Peyğəmbər sənin üz çizgilərini, səsinin titrəyişini, hədislərini oxuduğunu görmək istəyirdi. O sənə baxmağı, səsini eşitməyi və səninlə birgə yaşamaq arzulayırdı. Hər bir mümin. Peyğəmbər qəlbindəki bu həsrət sözlərlə, bu sözlər ifadə edilə bilməz. Onun ən dərin həsrətindəki ifadə edən kəlmə belə idi. Kaş ki, qardaşlarımızı görə biləydi. O bir həsrətdən danışırdı ki, bu həsrət göz yaşlarını belə ən saf göz yaşlarına çevirdi. O dedi, mənim ümmətimdən elələri var ki, onlar məni görmədikləri halda öz ailələrindən, mallarından daha çox məni sevərlər. Hər şeyi fəda edərlər ki, bir məni görə bilsinlər. Ey insan düşün, heç ağlına gəlim ki, bu Peyğəmbər dəvətlə məşğul olan, dövrünün hadisələrlə maraqlanan, dövlət işlərini idarə edən şəxs bir gün sənin üçün darıxsın. Bəli, o sənin üçün darıxıb, ey müsəlman. Peyğəmbər sənə qovuşmaq üçün həsrət çəkirdi. Səninlə danışmaq istərdi, səni görməyi arzulayırdı. O səninlə birlikdə olub, oturub sevgi ilə dolu bir söhbət etmək istəyirdi. Amma sən Peyğəmbərimizlə görüşmək istəyirsənmi? O bunu deyib bizlər üçün. Ey deyib mənim qardaşlarım. Qardaş adlandırıb. O kəslər ki deyib, məni görməyəcəklər, amma mənə nədir? İman gətirəcəklər. Biz o zaman bu qardaşımız üçün neynəmişik? Yəni, nə qədər onu sevmişik, nə qədər onun buyruqlarını yerinə yetirmişik, nə qədər onu həyatımızda yer ayırmışıq,
günümüzdə yer ayırmışıq, sözlərimizdə yer ayırmışıq, ailəmizdə yer ayırmışıq. Nə qədərdir onun dəyəri bizim qəlbimizdə, bizim həyatımızda. Axı o bizlər üçün darıxmışdır. Axı o bizləri gözləyir. O deyir, hovuzun başında sizlərlə görüşəcəm deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Belə bir Peyğəmbər olurmu ki, bizlər üçün darıxsın? O ancaq Muhammed sallallahu aleyhi və səlləm olub. Görməyib, amma nədir? Darıxıb. Ona görə də bizim də onun üzərində, onun bizim üzərimizdə haqqı nədir? Salavat. Peyğəmbərimizə, onun əhl-i beytinə çoxlu salavat demək. Yenə də salavatın faydası bizə qayıdır. Peyğəmbərimizin bizim salavatımıza ehtiyacı yoxdur. Peyğəmbərimiz ən uca məqama çatıb. Amma salavat edəndə faydası bizlərə gəlir. Sən deyəndə ki, Allahumma salli və səllim alə Muhammed. Allahım, sənin salam və salavatın olsun Peyğəmbərimizə. Allah təala sənə neyniyər? 10 savab yazar, 10 günahını silər, 10 dərəcəni artırar. Peyğəmbərimiz yenə də bunu bizlər üçün istəyib. Düşünün, bizlər üçün istəyib. Bizlər üçün istəyib ki, daha da cənnətdə yüksək məqama çataq və ona yaxın olaq. Amma görəsən, biz nə qədər edirik bunu Peyğəmbərimizə yaxın olmaq üçün. Hətta bunu Allahdan istədi ki, ümmətim, Allah da ümmətinə verdi. Dedi ki, Allah təala kim sənin ümmətindən sənə bir dəfə salavat etsə, yəni sallallahu aleyhi və səlləm desə, Allah ona 10 salavat edər. Nə deməkdir Allahın salavatı? Yəni, Allah təala sən aciz qulu öz dərgahında, mələklər yanında gözəl xatırlayar. Və bunu istədi, Allah da onu ümmətinə verdi. Nəyə görə? Peyğəmbəri sevsinlər və ona yaxın olsunlar deyə. Baxın, nə deyir gözəl bir söz. Ümməti dünya və axirətdə hansı xeyrə nail olubsa, yalnız onun vasitəsilə nail olub. Allah onun sayəsində ümmətinə həm dünya, həm də axirət xeyrini bəxş etmişdir. Ümmət üçün ən böyük kəramət isə cümə günü gerçəkləşəcəkdir. Çünki həmin gün onlar cənnətdəki məqamlarına və saraylarına yönəldiləcək. Cənnətə daxil olduqdan sonra həmin gün onlara əlavə nemətlər veriləcək. Bugün dünya həyatında da onların bayram günüdür. Müsəlmanın balaca bayramıdır cümə. Eləcə bugün Allah Taala'nın onların diləklərini yerinə yetirir, istəklərini geri çevirmir. Bütün bunları Peyğəmbərimiz vasitəsilə tanıyıb əldə etmişik. Buna görə də onu xatırlamaq, ona çoxlu salavat demək, haqqının bir qismini yerinə yetirmək üçün cümə gecəsi və cümə günü çoxlu salavat gətirmək lazımdır. Baxın, nə deyir? Dedim Kəbib sahabilərdən. Ey Allah Rasulü, mən sənə çox salavat gətirəm. Sənə ayıracağım duaların miqdarı nə qədər olsun salavatın? Dedi, nə qədər istəsən. 1/4. Dedi, nə qədər istəsən. Amma artırsan sənin üçün xeyirlidir. Dedi, yarısını. Dedi, nə qədər istəsən. Amma artırsan sənin üçün yaxşıdır. Dedi, 2/3. Dedi, nə qədər istəsən. Amma artırsan sənin üçün yaxşıdır. Dedim, bəs onda duaların hamısını salavat etməyə həsr edəcəm. Qoydum kənara dualarımı. Peyğəmbər baxdı, dedi, onda dərdlərin və qayğıların səndən götürürlər və günahların deyir, bağışlanır. Baxın. Duaların, baxın, nə deyir alimlərdən biz Əl-Qari, Molla Əl-Qari, deyir ki, duaların hamısını sənə salavat etməyə həsr etdim. Nə deməkdir? Yəni, özüm üçün dua etmək üçün ayırdığım bütün vaxtı sənə salavat etməyə sərf etdim. Etsən, dərdlərin götürürlər. Yəni, əgər dualarında yalnız Peyğəmbərə salavat gətirməyə vaxt ayırsan, onda səni sıxan, səni düşündürən bütün dünya və axirət qayğıların aradan qalxar. Günahların bağışlanar, çünki salavat deyərkən, baxın, salavat deyərkən, çünki salavat gətirmək, Allah'a zikr etmək, onun rəsulunu təqdir etmək, onun haqqını ödəməkdir. İnsan bu əmələ yalnız öz şəxsi ehtiyaclar üçün dua etməkdən daha üstün bir ibadətə yönəlmiş olur. Dualardan da üstündür. Ona görə, baxın, nə deyir alimlərdən birisi? İnsanın bütün duasını salavata həsr etməsi nəticəsində onun bütün işlərinin asanlaşdırılmasını və duaların qəbul olunmasının səbəbi budur ki, salavat Allahın əmrini yerinə yetirmək, Allah'a zikr etmək, onun rəslini uca tutmaq və şərəfləndirməkdir. Beləliklə, insan dualarını yalnız öz şəxsi istəkləri üçün sərf etmək yerinə Allahın ən böyük bəndəsinə, Peyğəmbərə salavat göndərməklə daha üstün bir ibadət etmiş olur. Bununla o, həm Allah mələkləri ona 10 qat salavat göndərməsə nail olur, həm də elə bir savab əldə edir ki,
Bu savab heç bir digər ibadətlə müqayisə edilə bilməz. Heç bir müstəhəb əməllə müqayisə edilə bilməz. Baxın, salavat bu deməkdir. Ona görə də bugün cümə gecəsinə yaxınlaşırıq. Peyğəmbərimizə çoxlu salavat deyək ki, qəlbimizdə Peyğəmbər sevgisi artsın, daha çox artsın. Salavatın çox faydaları var. İnşallah toxunarıq. Şükürlər olsun. Həqiqətən də bugün də çox gözəl bir ibadət gecəsidir. O da Peyğəmbərimizə salavat göndərmək. Baxın, altı Quran-Kərim buyurur ki, Əhzab surəsində: "Ya eyyuhellezine amenu, ey iman gətirənlər, sallu aleyhi və sellimu təslimə." Əvvəl buyurur: "İnnallah və mələikətəhu yusalluna alən-nəbi." Allah mələkləri peyğəmbərə xeyir dua edirlər, salavat edirlər. Ey iman gətirənlər, siz də ona salam və salavat göndərin deyir altı Quran-Kərim Əhzab surəsində. Yəni salavat əslində duadır. Biz deyirik ki, Allahumma salli və sellim ala Muhammed və ala ali Muhammed. Salavatın hansı forması fərqi yoxdur. Qısa da deyə bilərsən, sallallahu aleyhi və səlləm. Sən bir dəfə deyəndə Allah Teala sənə 10 dəfə xeyir dua edir. 10 günahını silir, 10 dərəcəni artırır. Düşün ki, Allah Teala bir qulunu 10 dəfə öz dərgahında xatırlayır. Əgər gün ərzində 1000 dəfə etmiş olsan, 10.000 dəfə xatırlanırsan. Ona görə belə insanın nədir? Duası qəbuldur. Çox salavat deyən insanın duası qəbuldur, Peyğəmbərimiz buyurub. Çünki salavat Allahın əmridir, əmrini yerinə yetirsin. Allah da əmr edib. Görün, elə bir ibadətdir ki, xüsusilə digər zikirlərdən seçilir ki, Allah Teala bunu özü edir. Deyir ki, İnnallah, Allah deyir, Allah Peyğəmbərə salavat edir. Yəni, tərifləyir öz dərgahında. Allahın salavatı nə deməkdir? Bir quluna öz dərgahında tərifləməsi. Həmçinin mələklər də edir. Mələklərin nədir salavatı? Dua. Və həmçinin sonra nə gəlir? Ey möminlər, siz də bunu edin, deyir Allah Teala. Subhanallah, düşünün. Sallallahu aleyhi və səlləm, Allahumma salli və səllim ala Muhammed. Yəni, insan var bəlkə də gün ərzində minlərlə edir. Ona görə də insanın bütün salavata ayırsa belə, yəni Peyğəmbərimizə salavat gətirmək insanın dünya və axirət qayğılarından qurtulmasına səbəbdir. Salavat insanın günahlarının bağışlanmasına və Allaha daha yaxın olmasına səbəbdir. İnsan yalnız öz şəxsi istəkləri üçün dua etmək yerinə salavatı çoxaldarsa, Allah ona neyniyər? İstəklərini verər. Baxın, Peyğəmbərə salavat gətirməyin fəzilətləri, duaların qəbul olmasına səbəb, günahların bağışlanmasına səbəb, Allah insanın dərdlərini və qayğılarını aradan qaldırar. Nə deməkdir qayğılarını aradan qaldırar? Gələcək qayğıların. Gələcək nə olacaq? Evladlarım, ailəm. Salavatı artır. Allah onları yoluna qoyar. Həmçinin gündəlik qayğın Allah onu özlərinə götürər. Və qiyamət günü insanın Peyğəmbərə yaxın olmasına səbəbdir. Xüsusilə cümə günü və cümə gecəsində Peyğəmbərə çoxlu salavat deməyi tövsiyə edilir. Peyğəmbərimiz özü buyurur sallallahu aleyhi və səlləm. Neyinin salavatı deyir, artırın deyir. Baxın, salavat barəsində imandan olan ən vacib vəzifələrdən birisi Peyğəmbəri sevməklə, ona olan haqqını yerinə yetirməklə, ona hörmət etməklə və onu uca tutmaqla Peyğəmbərə salavat gətirməkdir. Ona daim salavat gətirmək Allah'a şükr etməyin bir növüdür. Çünki Allah bizə böyük nemətlər bəxş edib. Həqiqətən onun vasitəsilə Allah bizi cəhənnəmdən xilas edib. Peyğəmbərlə bizlərə vəhyi göndərib və cənnətə daxil olmağımıza səbəb olub. Buyurur ki, kim Peyğəmbərə çoxlu salavat gətirərsə, Allah onun qayğılarını aradan qaldırar, ehtiyaclarını yerinə yetirər, günahlarını bağışlayar. Kim ona bir dəfə salavat gətirərsə, Allah ona 10 qat salavat göndərər, 10 qat dərgahında tərifləyər, 10 dərəcəsini artırar. Baxın, nə deyir? Allah'a çox zikr etmək, Peyğəmbərə salavat gətirmək və Quran oxumaq insanın qəlbini genişlədən və qəm qüssəsini aradan qaldıran ən böyük səbəblərdən birisidir. Hətta cadukarlardan, fitnələrdən qorunmaq üçün belə. Kim çoxlu salavat deyərsə, ona cadu edə bilməzlər. Sehr edə bilməzlər. Düşünün, nə deməkdir bu? Baxın, Peyğəmbər ümməti bu fəzilətlərlə və xeyirlərlə yönəltmişdir. Buna görə də onun haqqı olaraq biz ona çoxlu salavat və salam göndərməliyik. Peyğəmbərimiz Məkkədə və Mədinədə əziyyət çəkdi. Uhud və Bədir döyüşlərində eynilə
Lakin o səbirli oldu və Allah yoluna dəvətə davam etdi. Nəhayət Allah ona Məkkənin fəth etdikdə o hamını bağışladı və onları azad etdi və beləliklə gedin siz azadsınız dedi. Baxın, bir insan ona yol göstərəni necə minnətdarlıq qarşılayırsa, Peyğəmbəri də biz cənnətə aparan yolu göstərdiyi üçün ona salavat gətirmək haqqımızdır. Peyğəmbərimizin üzərimizdə olan haqqıdır. Baxın, nədir alimlərdən birisi Səxavi? Peyğəmbərə salavat gətirmək ən bərəkətli, ən fəzlətli, həm dünyada, həm ahirətdə ən faydalı, fayda verən əməllərdəndir. Ən bərəkətli. Ailənin, evinin bərəkətli olmanı istəyən salavatı dilindən düşürmə. Sonra hiss edəcəksən evladların əxlaqında, evladların tərbiyəsində, evladlarının gözəlliyində. Baxın, deyək ki, Peyğəmbərimiz insanların ən fəzlətlisi, cümə günü isə günlərin ən fəzlətlisidir. Bugün də Peyğəmbərə salavat gətirmək digər günlərdə olduğundan daha üstündür. Çünki Peyğəmbərimiz xüsusilə vurğulayıb. Cümə gecəsi və cümə günü mənə çoxlu salavat göndərin. Peyğəmbərə salavat gətirmək Allahın sənin üzərində zəlaləti qaldırdığı, sənə doğru yol göstərdiyi üçün bir haqqıdır. Baxın, nədir alimlərdən Şafi? Peyğəmbərə salavat gətirməyi hər vəziyyətdə çox sevirəm. Xüsusən də cümə günü və gecəsi bunu daha çox tövsiyə edirəm. Peyğəmbərlərin ən üstün olan Peyğəmbərə çoxlu salavat gətir. Çünki xoşbəxtliyə nail olmanın bir yoludur. Mənəvi əlaqələrin bərpasıdır və zərərlərin qarşısını almağın bir vasitəsidir. Hər salavatın müqabilində Allah sənə 10 dəfə xeyir dua edər. Salavat gətirmək ən üstün ibadətlərdən biridir. Baxın, bu insanın hidayətinə və qəlbinin hidayətdə olmasına səbəbdir. Çünki Peyğəmbərə salavat gətirdikcə və onu yad etdikcə onun sevgisi qəlbində hakim olar. Beləliklə qəlbində onun əmrlərinə qarşı heç bir etiraz qalmaz və onun gətirdiklərinə dair heç bir şübhə qalmaz. Əksinə, onun buyruqlarının qəlbinə hopar və halını, yəni hər halükarda səni sevindirər. Düşünün, salavat bu deməkdir. Yəni bunun faydaları olduqca nədir? Çoxdur. İnsan var ki, unudur. Amma bir gənc var, deyir ki, dəvətçilərdən birisi, bir gənc var, dedim ki, hər gün nə qədər salavat edirsən, bu qədər çox sevirsən. Nə dedi? Dedi ki, gündə 11.000 dəfə salavat edirəm. Belə insan da var. Düşünün, onu vur ona. 10 dəfə Allah Taala'dan xeyir dua alırsan. Yəni 110.000 dəfə Allah Taala'dan xeyir dua alırsan. Allah Taala sənin dərgahında mələklərin yanında xatırlayır. Belə bir insanın duası qəbul olmazmı? Əlbəttə ki, nədir? Qəbul olar. Baxın, deyir ki, bir nəfər, bunu mənə bir dostum danışdı. Sizlərə danışım. Ümrədə, Məkkədə bir Misir vətəndaşla qarşılaşdım. Avropadan gəlmişdi. Yəni orada yaşayırlar. Söhbət edirdi. Dindən danışırlar. Bu da dindar olan, ərəb də bilir, yəni oxumuş birisidir. Deyir ki, gəl sənə maraqlı bir şey danışım. Deyir, nəyə görə? Deyir ki, mənim bir oğlum var ki, həyatı çox qəribədir, deyir. Bütün işləri, deyir, elə rahat gedir. Hətta bilirsə, evlilik çox çətin Avropa gün yerdə, yəni bir əxlaqlı, tərbiyəli bir müsəlman bir qadın tapacaq. Yəni çox ölkələrdə çətindir, Avropa ölkələrində. Deyir ki, evlilik içinə baş vurdu. Evlilik də o qədər rahat oldu, deyir. Bir gün oğluma dedim ki, iş dalınca göndərirəm. Deyir ki, bir iş tez qayıdır, iş həll olundu. Bir gün dedim ki ona ki, ey oğlum, bu səndə Allah tərəfindən bir verilmiş bir rahatlıq görürəm. İş arxasına göndərirəm, tez gəlirsən, vaxtında yerinə yetirsən. Evliliyin bir göz qırpımında alındı. Sən neyinirsən? Atasının sirrini açıb deyib, ey ata deyib, nə zaman ki bir iş görmək istəmirəm, yəni bir sıxıntım varsa, azı deyib Peyğəmbərə 1000 dəfə salavat gətirirəm. Çünki Allah da neynir? Mənim bütün işlərimi rahatlaşdırır. Mən şəxsən özüm də həyatda görmüşəm möcüzə. İnsan elə bir sıxıntısı olub ki, salavatı artırmışsan, qapılar açılır. Çünki nəyə görə? Sir nədir? Odur ki, sən bir dəfə salavat gətirəndə Allah sənə 10 dəfə xeyir dua edir. Allahın xeyir duası nə deməkdir? Sənin dərgahında tərifləməsi. Bununla bitirmi? Xeyr. Mələklərin sayını kim bilir? Heç kimsə. وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّهُ.
Yəni sən Rəbbin əskərlərinin sayını Allahdan başqa heç kimsə bilməz. Sadəcə Allah Teala hər gün 70.000 mələk yaradır. Və onların ilk işi 7-ci səmada Beytül-Mə'mur, Kəbə kimi bir ev var. Necə yerdə Kəbə deyil, orada da mələklər onu tavaf edirlər. Tavaf edirlər, Allah onlara əmrləri verir, hərə öz əmrlərinin arxasına gedirlər. Yəni bu 70.000-dirsə sayları milyardlarca. Baxın, deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, sizdən biriniz mələklərin duasını istəyirsinizsə, mənə salavat edin. İstər çox, istər az. Nə deməkdir? Sən deyəndə ki, Allahumma salli və səlləm alə Muhammed, mələklər sənə dua edirlər. Sən dayandın, dayanırlar. Nə dua edirlər? Mələklər sənə salavat göndərirlər. Deyirlər, ey Allahım, sənin salavat və salamın olsun o qula. Nə deməkdir mələklərin salavatı? Dua. Yəni sənə xeyir dua edirlər, bərəkət. Və onların sayını Allahdan başqa heç kimsə bilmir. Ona görə insan vardır ki, salavatı o qədər sevib ki, başqa zikirlər eləyə bilmir. Amma alimlər deyir ki, o başqa zikirlər də elə. Hər zikrin öz yeri var. Yəni hər zikrin öz yeri var. Bir nəfər haqqında eşitdim. Deyir ki, o qədər salavatı sevib ki, deyir ki, arada bir əstağfurullah da dinə. Deyir ki, dilindən düşürmür bu insan. O qədər qəlbinə sevib. Deyir ki, salavat gətirirəm, əstağfurullah. Elə bilirəm ki, vaxtım çox keçdi, salavatı unutdum. Yəni o anı belə neyinir? Salavatsız qala bilmir. Çünki nəyə görə? Salavatı çox deyən insanın birinci Allah sevgisi yaranır qəlbində. Çünki Allahın buyruğunu yerinə yetirsən. İkinci, Peyğəmbərə qarşı salavat sevgi yaranır. Peyğəmbəri sevirsən, o da səni sevir. Yaxşı, o səni görmədən necə sevir? Onun da müjdəsini Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub. Bu da bir Peyğəmbərimizə verilən bir nədir? Möcüzədir. Bu əvvəlki ümmətlərdə olmayıb. Baxın, hər ümmətin bir xüsusiyyəti var. Hər ümmət öz ümməti üçün, Peyğəmbər öz ümməti üçün dua edib. Peyğəmbərin bir gün ağlayır. İsa Peyğəmbərin duasını Allah buyurur Quran-ı Kərimdə, deyir ki, ey Rəbbimdir. Yəni, əgər onlar bağışlasan, rəhm etsən deyir, sən hikmət sahibisən. İbrahim Peyğəmbərin duası, hər Peyğəmbər öz ümməti üçün dua edib. Peyğəmbərimiz ağlayır. Deyir, ey Rəbbim, ümmətim, ümmətim. Yəni, mənim ümmətim nə olacaq? O insanın bir dərdi olub. Ümmətim, ümmətim, bax. Allah təala Cəbrail göndərir, deyir ki, ey Məhəmmədə, deyir ki, ey Məhəmməd, biz səni ümmətin haqqında barədə razı salacaq. Nə idi o razılıq? Salavat. Peyğəmbərimiz sevindi və səcdəyə getdi. Abdurrahman ibn Avf da arxasınca gedir. Görür ki, bir xurma bağına girdi. Peyğəmbərimizin Mədinədə xurma bağları var idi sahabə. Peyğəmbərimiz icazəsiz girərdi. Sevinərdilər ki, Peyğəmbərimiz gəlsin. Yəni, başqa insan icazət girmə, Peyğəmbərimiz icazəsiz girərdi. Çünki Peyğəmbərə kim deyəcək ki, mənim xurma bağıma girmədi? Əksinə sevinərdilər ki, Rasulullah sallallahu aleyhi ve sellem onun xurma bağına gəlsin, orada bir su içsin, namaz qılsın, orada bərəkət yağardı. Gördüm, bir xurma bağına girdi, arxasınca getdim, uzun uzadı, səcdədə qaldı, deyir. Abdurrahman ibn Avf qorxur. Elə bilir ki, səcdədə dünyasını dəyişib. Yanına gedir, insan neynir? Biraz çaxnaşır. Peyğəmbər hiss edir ki, kimsə var. Qalxanda gördüm ki, deyir, yanaqlarından yaş süzülür. Dedim, ey Allah Rasulü. Dedim, nə olub ey Abdurrahman ibn Avf? Dedim, ey Allah Rasulü. Elə zənn etdim ki, səcdədə dünyanı dəyişmirsən. Dedi, xeyr. Mənə deyir, belə bir müjdə gəldi, deyir. Baxın. Allah təala deyir, buyurdu ki, deyir, Peyğəmbər Cəbrailə buyurdu, sənin ümmətindən kim sənə bir dəfə salavat desə, mən ona 10 dəfə salavat edərəm. 10 günahını silərəm, 10 dərəcəsini artıraram. Deyir, Allaha şükür olaraq səcdəyə getdim. Buna görə sevindi ki, ümmətinə bunu verdi. Nəyə görə? Ümmətin ömrü az, amma bu savablar onu neynir? Cənnətdə dərəcəsini yüksəldir. Həmçinin, baxın, Peyğəmbər necə bizi sevir? Kim istəməz ki, Peyğəmbər onu sevsin? Kim istəməz? Hər kəs istəyir ki, Peyğəmbər onu sevsin. Çünki qiyamət günü Peyğəmbərimizin şəfaəti var. Allah deyəcək, ey Rəbbim, filan qullarının günahlarını bağışla. Və Peyğəmbərə yaxın olmaq. Baxın, Peyğəmbərimiz deyir ki, bu Peyğəmbərə xüsusidir. Peyğəmbərin bərzəx dünyasındakı həyatı digər insanların bərzəxindən fərqlənir. Peyğəmbərlərin bədənləri çürüməz. Yəni, bu dəqiqə Peyğəmbərin qəbri açılsa, necə dəfn olunub elədir. Olduğu kimidir. Dəyişilmədir. Bütün Peyğəmbərlərə xüsusidir. Və Peyğəmbərimiz deyir ki, İnnə lilləhi mələikə səyyəhin. Allahın səyahətçi mələkləri var. Onların vəzifəsi nədir? Ümmətindən kim deyir salavat desə, onun salavatını Peyğəmbərə çatdırırlar. Deyirlər ki, filan kəsin oğlu, filan kəs
sənə salavat göndərdi. Yəni Peyğəmbər səni tanıyır. Çox salavat deyən deməli axirətdə daha haqq sahibi olacaq ki, Peyğəmbər desin ki, ey Allahın Rəsulu, mənim üçün Allah Taala'dan bağışlanma dilə, şəfaət dilə. Və Peyğəmbər deyir ki, mənə ən yaxın olan kimdir? Salavat. Yəni, baxın, Peyğəmbərə yaxın olmaqdan böyük cənnətdə dərəcə var mı? Yox. Firdovs cənnəti. Firdovs cənnətində ən yüksəyi. Və üstəlik səni Peyğəmbər tanıyır. Baxın, onu görə nə deyir alimlərdən birisi? Sallallahu aleyhi və səlləm. Alimlərdən birisi nə deyir? Deyir, kim valideynlərlə yaxşılıq eləmək istəyirsə, Peyğəmbərə salavat artırsın. Deyirlər, necə? Deyir ki, axı, mələklər nə deyir? Filan kəsin oğlu filan kəs. Yəni, sənə salavat göndərdi. Yəni, sənin atan, ananın adı çəkilir Peyğəmbərin yanında. Artıq sənin atan, anan da tanınır onun yanında. Ona görədir ki, valideynlərlə yaxşılıq eləmək salavatı artırsın. Bu, gözəl faydalardan birisidir. Gözəl faydalardan birisidir. Bunu təfsir alimlərindən birisi buyurur. Çox möhtəşəm bir faydalardan birisidir. Yəni, ona görə evladım dinləyi nədir? Rahatlaşdı. Baxın, bugün bir dinləyicimiz mənə yazdı. Yəni, biz həmişə danışırıq, o ölkədə belə oldu, bu ölkədə belə oldu. Öz ölkəmizdə bir dinləyicimiz bugün yazdı mənə. Deyir ki, 8 ildə evladım olmurdu. Düzdür, hər bir şeyə sarıldım, tibbi cəhətdən, getmək borcumuzdur bizim. Səbəblər sarılmalı. 8 ildə evladım olmurdu. Bir gün yol gedərkən, baxın, Allahın necə insana yardım edir. Birdən ağlıma gəldi ki, salavatı artırım. Birdən salavatı artırım. Yəni, bunu müvəffəq edən kimdir? Uca Allah Teala. Deyir ki, evə də gəldim, yoldaşıma dedim ki, bax, qəlbimə düşüb, o dediyi kimi, salavatı artıraq. Həmd olsun deyir, salavatı dilimizdən düşürmədi. Allah Teala bizə deyir, evlad verdi deyir. Evlad bəxş elədi deyir. Baxın, bir nəfər özü deyir ki, xəstələnmişdim, xərçəng xəstəliyinə tutulmuşdum. Səbəblərə sarıldım, əlbəttə ki, borcumuzu səbəblərə sarılmaq. Amma deyilər ki, çox çətin bir vəziyyətdəsən, yəni durum gec anlayıblar. Deyir, Allahın müvəffəqiyyəti. Yuxuda yatdım, sanki mənə yuxuda deyildi ki, niyə salavat etmirsən? Dilimdən düşürmədim salavat. 1 ay, 2 ay, 3 ay dilimdən düşürmədim. Sonra yoxlanmağa getdim. Dedilər ki, səndə əsər əlaməti qalmayıb. Niyə? Səbəb nədir? Nədir Peyğəmbərimiz Ubey bin Kəbə? Dedi ki, tukfə həmmuk. Həm nə deməkdir? Dərdin, qayğın, sıxıntın aradan qalxar deyir. Və günahların bağışlanar. Hər insanın bir sıxıntısı var. Xəstəlik ola bilər, ruzi ola bilər, bərəkət ola bilər. Mən şəxsən bir dəfə, özüm də deyim, yəni bir fəxr üçün deyil, ibrət üçün, bir sıxıntım var idi. Yəni, o anda salavatı dilimdən düşürmədim, Rəbbimə həmd olsun. İnanın, bir neçə müddət keçmədi, o problem həll olundu. Allah həmd olsun. Yəni, insan bəzən belə həll olunanda dəhşətə gəlir ki, problem həll olundu. Yəni, anidən neynədi? O iş həll olundu. Çünki salavat, baxın, bu deməkdir. Yəni, sıxıntı, qəm, kədər, istəyin, nəyin varsa. Yəni, salavat haqqında o qədər hekayələr var ki, salavat edənlər haqqında ki, yəni ediblər və hansı savabları əldə ediblər. Yəni, Peyğəmbərimizə salavat deməklə. Yəni, o qədər çoxdur ki, baxın, deyir ki, alimlərdən birisi, buna toxunduq salavat haqqında faydalardan birisi, yəni Peyğəmbərimizə çoxlu salavat deyənləri həm dünya, həm axirət faydasından toxunduq. Deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, mənə bir xəbərçi gəldi, dedi ki, yəni Cəbrail aleyhisselam, kim sənin ümmətindən sənə bir dəfə salavat gətirərsə, Allah onun üçün bununla 10 savab yazar, 10 günahını silər, 10 dərəcə artırar, 10, 30. Eyni ilə 10 qarşılığını verər. 40 dənə fayda bir salavatda. Yəni, bir salavatda 40 fayda. Baxın, nə deyir alimlərdən birisi? Deyir ki, İbn Əl-Xatib, möminlər Peyğəmbərə salavat gətirməyin fəzilətini bilsəydilər, dilləri heç vaxt bunu tərk etməzdi. Amma, nədir? Allahın müvəffəq etdiyi qullarından istisna. Yəni, insan gərək neynəsin? Çalışsın. Baxın, deyir ki, İbn-i Covzi, bilin ki, kim Peyğəmbərimiz Məhəmməd çoxlu salavat gətirərsə, Allah onun qəlbini nurlandırar, günahlarını bağışlayar, qəlbini gelişləndirər, işini asanlaşdırar. Ona görə də çoxlu salavat gətirməyə önəm verin ki, Allah sizi onun dininə mənsub olanlardan etsin, sizi onun buyruqları əməl edənlərdən etsin və sizi
uca cənnətində ona deyir, dost eyləsin deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə dost eyləsin. Yəni, bundan böyük savab ola, yəni, bax nə deyir, çətinliklərin aradan qalxması, xeyir bərəkətin gəlməsi, göylərin və yerin Rəbbin razı qalması, qəbirdə ona nur olması, şər və təhlükələrdən qorunması, yəni pis əməllərin silinməsi, duaların qəbul olunması, ehtiyacların yerinə yetirilməsi, xeyir və bərəkətin gəlməsi. Baxın, bir kələmi oxudum mən, Səxavəddin alimlərdən bilsin, gözəl salavat haqqında kitab var. İlk kitabı bir dəfə oxuyursan, yenə oxumaq istəyirsən. Qavlül Bədi adına kitab var. Yəni, möhtəşəm bir kələm salavat haqqında. Orada bir fayda verdi. O fayda çox xoşuma gəldi. Həqiqətən də bunu dinləyicilərimizi hər zaman deyirik, xatırlamada fayda var. Möhtəşəm bir fayda. Yəni, insan həqiqətən sanki bir qəflət yuxusundan ayırır. Deyir ki, orada alimlərdən birisindən dəlil gətirir. Səxavi Əl-Fəkihəni deyən alimlərdən birisindən. Deyir ki, əgər bir insana desələr, qiyamət günü ona belə bir şey təklif etsələr insana, Adəmdən sonuncu insana qədər olan bütün insanların savabı ona verilsin, tərəzin bir gözünə qoyulsun. Bir gözündə də desinlər ona ki, Allahın sənə salavatı var. Yəni, Allahın sənə xeyir duası var. Nə demək Allahın salavatı, xeyir duası? Yəni, Allah da sən öz dərgahında tərifləməsi var. Deyir, ağıllı insan, deyir, Allahın salavatını seçər. Niyə? Çünki Allahın bir quluna salavat etməsi milyardlarca savabdan üstündür. Yəni, Allahın bir quluna mələklər önündə tərifləməsi ki, bizə ehtiyac yoxdur Rəbbimin ki, filan qulun Peyğəmbərə çox salavat deyənlərdəndir. O deyir, bütün bəşəriyyətin, yəni milyardlarca savabdan üstündür. Çünki Allah səni tərifləyir. Allah dərgahında təriflənirsən və üstəlik mələklər səni tanıyır. Və mələklər daimi sayılarını Allahdan başqa heç kim bilmir, sənə dua edirlər. Allahım onun günahlarını bağışla. Bu insan necə xoşbəxt olmaz ki? Baxın, o Səxavə kitabında qeyd edir ki, bizim yanımızda deyir, bir gənc var idi deyir. Həmişə deyir, su gətirir, çay gətirir deyir. Hər addım atanda salavat gətirir deyir. O qədər sevir deyir. Yəni, salavat o qədər çox sevir ki, addım atı salavat gətirir. Addım atı salavat gətirir. Yəni, xidmət edir, salavat gətirir. Yəni, gün ərzində deyir, 10 minlərlə salavat edərdi deyir. Dünyasını dəyişəndən sonra deyir, onu yuxuda gördü dostlarımız. Dedilər ki, mə fəalallah bik. Allah səni necə müamilə elədi? Deyir, Allah mənə salavata görə bağışladı. Bağışlanma deməkdir, bəli. Həmçinin də baxın, salavat nə deməkdir? Bərəkət deməkdir. Kim ailəsində, evladlarında bərəkət istəyirsə, ruzusunda bərəkət istəyirsə, bax, dinləyicilərimiz bayaq danışdı, bəlkə ondan çox dinləyicimiz yazır ki, salavat deyir, möcüzədir deyir. Həyatımda deyir, dəyişikliklər oldu deyir. Burada yazıblar hocam ki, mən özüm də şəxsən yaşamışam deyir. Allah deyir, ondan razı olsun. Mən deyərdim ki, inanmayanlar inansın deyir. Çünki öz həyatımda yaşadığım bir möcüzədir. Baxın, bir şey mən qeyd edim. Ona görə ilk öncə Rəbbimizə həmd olsun. Sonra radio rəhbərimizə Allah razı olsun. Amin. Bu verilişin efirə getməsində. Amin. Samir müəllimə çox təşəkkür edirik. Allah ondan razı olsun. Allah razı olsun. Və efirə getməsində əmək olanlardan nəyə görə? Salavatı, yəni bunu fəxir deyil, qürur deyil, sevinclə deyərəm ki, salavatı ölkəmizdə bu efirdən yayılıb. Çox güclü yaymışıq. Allah həmd olsun salavatın önəmi. Sayənizdə. Və nə qədər insanlar o salavat edirlər. Buna görə insan sevinir. Bu Allaha, ilk öncə Allaha həmd olsun. Və dinləyicilərimizin bir sözü var. Deyir ki, sizin veriliş başlayanda və ya bizdən kimisə görəndə salavat yadımıza düşür. Dinləyicilərimiz deyir, Allaha həmd olsun. Yəni bu Allahın lütfüdür ki, bizə, xalqımıza bu salavatı deməyi Allah bizlərə yəni çatdırıb, bildirib, sevdirib. Rəbbimizə həmd olsun. Bir dinləyicimiz deyir ki, meçidə gedəndə deyir ki, səni görəndə deyir, dərhal salavat yadıma düşür. Nəyə görə salavatdan çox danışmışıq? Hələ az danışırıq. Çox da deyil, az danışırıq. Allah da bu radio rəhbərliyində qorusun, radiomuzu bərəkətlə eləsin ki, belə bir fürsət ki, xalqımızla bu gözəlliyi bölüşmüşük. Müvəffəqiyyət sahibi Allah, bütün nemətlərin sahibi Allah. Sadəcə Rəbbimizə həmd olsun və Allah da bizim bu gözəl vətənimizi qorusun ki,
bu xalqımız salavatı sevir, çoxlu salavat gətiririk. Əlbəttə ki, çoxlu salavat edilən ölkədə hər zaman inşallah xeyir bərəkət olacaq. Üstəlik bəlalar uzaq olacaq. Allah da bu gözəl vətənimizi qorusun. Bəlaları bizdən uzaqlaşdırsın. Amin. Salavat haqqında var. Cümə gündə danışarıq inşallah. Hocam, Salavat haqqında salavatın 40 faydası var. Aha. Alimlərdən birisinin toplayıb onlar İbn Qeym diye alimlərin Əl-Cilal Əfhəm kitabı var onu. Peyğəmbərimiz salavat deməyi də toplayıb bütün rivayətləri, alimlərin sözləri və 40 dənə fayda çıxardıb. Hamısı bir-birindən gözəldir. Oxuyanda deyirsən ki, mən necə bu salavat etməmişəm? 40 faydasını oxuyanda deyirsən, mən necə bu salavat etməmişəm? Hocam bilmirəm xatırlayırsınız ya yox, bir dinləyicimiz vardı, keçən bizə yazırdı, mən xatırlayıram. 7 il idi, bacısı ilə küslü idi və oğlan idi. Biz də üzülürdük, deyirdik barış və s. və axır. Dedi mən çalışıram, o barışmır. Deyir, keçən ildən salavat zikrini öyrətdi. Sonra deyir, əstəğfurullah. Başladım deməyə. 7 ildir küslü olduğum bacım özü deyir mənə zəng etdi. İnan ki, tam səmimi deyirəm, Allah sizdən razı olsun. Həqiqətən də salavat möcüzədir. Yəni bunu tək mən deyil, bütün dinləyicilərimiz yazırlar, özləri də yazırlar ki, Yaşar müəllim deyir ki, burada elə bir gözəlliklər var ki, Peyğəmbərimizə salavat, onun əhl-i beytinə salavat, insan dəhşətə gəlir, yəni həqiqətən də. Ruzi, bərəkət, xeyir. Əsas bilirsiniz nədir? Birinci, Allah insanın qəlbində Allaha qarşı elə bir sevgi olur. Yəni bunu salavatı çox sevənlər deyil, mən deyil. Salavatı sevənlər var. Kitablarını oxuyuram bəzi alimlərin. Deyir ki, Allaha qarşı elə bir sevgi yaranır ki, insan Allahla görüşmək üçün darıxır. Görün nə deməkdir bu? İnsanın qəlbi əgər bu məqama çatıbsa, bu ən üstün məqamdır. Və bir də Peyğəmbərimizə qarşı elə bir sevgi yaranır ki, insan deyir, görəsən Peyğəmbərimizi mən nə zaman görəcəm? Və onun mübarək əllərindən nə zaman öpəcəm? Əlbəttə o da harda mümkündür. Peyğəmbərimiz buyurur, mənimlə görüşənə qədər Kövsər hovuzunun başında, görüşənə qədər deyir, Kövsər hovuzunun başında görüşəcəyik. Baxın, deyir ki, yəni salavatla mümkündür hocam. Bir dinləyicimiz yazıb ki, hətta deyir, keçmişdə də olub deyir. Misal üçün, bu bir Tatar özü danışıb ki, yəni keçmişdə, yəni 2-ci Dünya müharibəsindən söhbət gedir ki, yəni orada da bilirsiniz də, yəni müsəlmanlar da iştirak ediblər orada, yəni hər kəs iştirak edib. Deyir ki, bir Tatar danışıb ki, 41-45 müharibəsində bir Rusa deyir salavat öyrədib. Deyib salavatı dinlədi. Deyir ki, salavatı dedim, sağ qaldım deyir çətinliklərdən. Yəni bax, hətta bizim dinimizdə olmasa belə. Salavat möcüzədir. Bir dinləyicimiz yazıb, çox xoşuma gəldi, ona görə oxudum. Yəni bu bir Tatar özü danışıb deyir ki, mən öyrətdim onu deyir. Əskər yoldaşı olub öyrədib. Öyrədib. Muharrem bəy də yazır ki, hocamla tamamilə razıyam. Aynı bənzər mucizəyi mən də yaşadım. Şükür Rabbimə. Evet, selam olsun hocama. Allah razı olsun. Hocam, suallara keçid alın mı? Suallara keçid bir o xatirəni də deyim salavatla bağlı. Salavatla bağlı toxunaraq inşallah sabah gözəl olmuş hadisələrə. Mən özüm dinlədiyimi deyirəm onu. Yəni bu salavat baxın möcüzədir. Özüm dinləmişəm. Səhv etmirəmsə Əl Cəzirə televiziyada ərəb kanallarının birisində dinlədim. Bir yaşlı, Kuveyt kanallarının birisində dinləmişdim. Bir yaşlı insandan soruşurlar ki, həyatında gördüyün ən gözəl hadisələrdən nədir? Deyir ki, ən gözəl hadisə birisi nədir? Deyir, nədir? Deyir, mən atamla hər zaman balaca olarkən deyir, gedir deyir, bir ful əlman, ful yemək növüdür. Fasulyədən düzəldilər, ful deyirlər ona. Deyir, onu almağa düzəldirdi, onu almağa gedirdi. Bu ərəb ölkəndə yeyilən yeməkdir. O zaman kasıbların yeməyini indi 5 ulduz otellər də verirlər. Özüm şəxsən görmüşəm. İndi hər kəs onu yeyirlər ki, zənginlərin də yeməyinə dönüb o. Əvvəl kasıblar yeyərdi. Deyir, hər zaman onun yanına gedəndə bir fağır birisi idi. Onu satırdı deyir. Biz bir pul verib alırdıq deyir. Bəzi insanlar gəlirdi, onlara da pulsuz verirdi deyir kasıblara. Amma deyirdi ki, onun kisənin içine qoyurlar belə. Yəni klok torbaların içərisinə qoyurlar belə, isti qalsın deyə. Deyir, hər verəndə deyir, Peyğəmbərə bir dənə salavat gətir. Yəni onlardan pul almırdı deyir, salavatla verirdi deyir. Yəni özünə gözəl bir şey seçib ki, Peyğəmbərimizə salavat olsun deyə. Deyir ki, nə gördün? Deyir ki, o qədər salavat deyirdi o insan özü və kasıblara yardım edirdi deyir. Deyir, Allah da zənginliyi onun evladlarına verdi deyir. Özüm yaşadığım ölkədə deyir, yəni milyardlar sahibləri deyir. İndi deyir, o qədər də xeyir iş görürlər atasının yerinə. Deyir, hamısı deyir, o salavatın deyir, möcüzəsi deyir. Özü danışır. Allah razı olsun. Xeyirli də övlad. O zaman biz də bol-bol salavat çevirək ki, bizim də övladlarımız xeyirli olsun. Həmçinin evladlarımızı öyrədək. Baxın, misal üçün mən bir dəfə balaca oğlumu öyrətmişdim. Deyirəm, salavatı çoxalt. Deyirəm, nə hiss elədin? Deyir, rahatlıq hiss edirəm, dərslərdə rahatlıq hiss edirəm. Yəni,
ünsiyyət dəyişir deyir. Bir də keçid dövründə olan uşaqlara qəribə bir sıxıntı gəlir hocam. O dövrdə uşaqlara salavat dedizdirəndə görürsüz deyir ki, hələ bir ki rahatladım. Rahatladım deyir. Xeyirdir, yəni bərəkətdir. Çünki bunu Allah buyurub, Rəbbimiz buyurub və Peyğəmbərimiz buyurub və bu təcrübə olunmuş bir şeydir. Yəni bunu bu boyda misal üçün Ciləl Əfəm kitabı, Səxavin Qavlul Bədi kitabı, yəni bu barədə musannəfət, böyük kitablar yazırlar, böyük alimlər və təcrübələrini də axtarıblar ki, insanlara ibrət olsun deyə. Hocam, bir-iki mesaj oxuyum, sonra suallara keçid alacağım. Bu Ramazan Quran oxumağı nəsib etdi Rəbbim, mənə şükürlər olsun. Nə gözəl. Allah sizdən razı olsun. Maşdağadan yazırlar. 4 nəfəri ailə üzvlərimizlə bərabər hamımız orucu. Allah qəbul eləsin. Allah qəbul eləsin. İftar gün batanda açılmalıdır, yoxsa məğrib azanında? Hərə bir söz deyir, çaşıb qalmışam. Bu məhzəblə mi əlaqədardır? Xeyr, məğrib əzanında açılır da. Yəni özünüzdə olan kalendarını açın və yaxud da məscidə yaxınsınızsa, əzan səsi gəlirsə açın. Yəni bəzi insanlar deyir ki, mən kalendarı bilmirəm, məscidlə açıram. Aç, eyb etməz. Eləsi var deyir ki, mən məscid səsi eşitmirəm. Əlində kalendarla aç və bizlə aç. Bizi dinləyirsənsə bizlə aç. Bir dinləyicimiz yazıb ki, imkan ver ki, Yaşar müəllim nə deyirsə o termini bizə desin. Sən deyirsən başa düşdüm. Biz deyir başa düşmürük. Sən deyir 23 ildir dinləyirsən, biz başa düşmürük. Siz nədir? Deyir full nədir? Yeməkdir, yemək. O yemək növüdür də. Ona elə bir lobiyaya oxşuyur, amma lobiya deyil. Popcorn kimi bir şey düşün, amma yəni elə bir ki onu belə tökürlər də. Full deyirlər ona. O marketlərdə hazır satılır. Yəni o zaman kasıbların yeməyidir. İndi isə 5 ulduzlu otellərdə yeyirlər onu. O ərəb ölkənin çox yayılım yeməkdir. Allah tutduğunuz oruçları qəbul etsin. Mənim oğlumun 9 yaşı var. 6 gündür oruç tutur. Adı da Harundur. Allah qəbul eləsin. Maşallah 9 yaşında. Aferin sənə. Allah razı olsun. Maraqlı bir sualdır hocam. Dinləyicimiz yazır ki, mən deyir bu günləri dəstəmazlı olanda əlimi spirtə vurdum şəkərimi ölçmək üçün. Bəziləri deyir ki, bu dəstəmazı pozar. Yox, dəstəmazı pozmur. Spirt, yəni kənardan insanın əlinə dəyməsi və ya misal xəstə olanda kamfora deyirlər, nə deyirlər, bədənə vururlar misal üçün. O da spirt bilir amma. Yəni də o kamfor, bəziləri istifadə edir, kamfor yağı istifadə edirlər, bəli. Və ya misal üçün tibbi spirt olur, bədənə vururlar. O dəstəmazı pozmur, orucu da pozmur. Səhhətimlə əlaqədar analiz verməliyəm, qan analizi sabah. Qan analizi olar. Oruçdu, olar. Olar, bəli, orucu pozmur. Bugün səhər imsak vaxtını biraz 1 dəqiqə gec açmış oldum. Orucum qəbuldurmu? Qəbuldur. Orada baxın 1 dəqiqə, 2 dəqiqə. Ona görə narahat olmayın yəni. Çünki bəzi kalendarlarda belədir. Ona görə yəni 1-2 dəqiqəyə görə narahat olmayın. Bir insanın haqsızlığını başqa birisinə danışmaq qeybət sayılırmı? O halda sayılır qeybət ki, elə belədən danışırsan. Hansı halda danışa bilərsən? Deyək ki, filan kəsə danışırsan ki, filan kəsə ona nəsihət elə, mənə zülm eləməsin. Və yaxud da ki, bir ağsaqqala danışırsan və ya bir baş bilənə danışırsan ki, filan kəs filan şey deyir, xahiş edirəm, get nəsihət elə. Filan kəs məni narahat edir. Narahat edir, ona bir tövsiyə elə. Bu qeybətdir. Amma qeybət nədir? Filan kəs mənim haqqımda belə bir orada danışırsan, burada danışırsan. Qeybətin tərifi nədir? Zikruka axaka bima yakrah. Yəni insanın bəyənmədiyi bir şey danışmaq. Amma xeyir danışmaq qeybət deyil. Bəyənmədiyi, sevmədiyi bir şey danışmaq insanların yanında qeybət, amma hansı hallar vardır ki, qeybət icazəlidir. Onlardan birisi də sənin haqqını tapdalayıb, sənə zülm edib, sən haqqını almaq üçün və ya insana bir nəsihət üçün başqasına deyirsən ki, bunu get o insana tövsiyə elə. Bir də soruşur ki, insan özünə səbir diləməsi bəla diləməkdirmi? Xeyr, səbir diləməsi bəla diləmək deyil. Səbir diləmək olar. Çünki səbrin növləri var. Səbrin bir növü nədir? Allah ibadətdə səbirli olmaq. Bir növü nədir? Günahlarda səbirli olmaq, yəni günahlardan çəkinmək. Üçüncü növü var ki, Allahın qəza və qədərinə səbir, yəni başına gələn müsibətlərə görə səbir. Ona görə səbir diləmək, yəni bəla diləmək deyil. O yanlış düşüncədir ki, kim özünə səbir diliysə, güya bəla dili, o yanlış düşüncədir. Son 3 ildir heç bir işim qaydasında getmir, istəyirəm amma ruzum yoxdur, əksinə borca düşürəm, işləyirəm daha doğrusu. Çıxış yolu deyin mənə, xahiş Çoxlu edirəm. əstəğfurullah zikri, salavat zikri. Baxın, nəyə görə salavat deyirik? Bugün bir dinləyicilərimizdə bir müjdə. Salavat bu gecədən etsək, başlasa, ta cümə günün son saatları, yəni günəş batmamışdan əvvəl duaların qəbul olunduğu gündür. Yəni düşünün, həm salavat, həm oruc,
Ramazan üstəlik cümənin son saatları. Yəni bütün xeyirlər üst-üstə toplanır. Bu niyyətlə ki, Rəbbimiz sabah bizim elədiyimiz bütün dualarımızı qəbul edəcək. Biz hər zaman cümənin son saatlarında əlavə bir dua edirik dinləyicilərimizlə bərabər. Yəni iftardan sonraki duadan əlavə bir dua edirik ki, cümənin son saatlarına düşsün deyə. Çünki ona görə də artıraq salavatımızı cümənin son saatlarında da o yəqinliklə ki, Allah Teala sabah bizim bütün dualarımızı qəbul edəcək. Salavat deməklə, kamil salavat deməklə, digər növ salavat deməyin fəziləti fərqlidirmi? Hamısı sayılır. Salat-ül İbrahimiyyə var, İbrahimiyyə salat, o namazda deyilir. Allahumma salli ala Muhammed və ala ali Muhammed kəmə salleytə ala İbrahim və ala ali İbrahim innəkə hamidun məcid. Bu namazda deyilir, onu da deyə bilərsən. Salavatın hansı forması? Baxın, ən qısa forması sallallahu aleyhi və səlləm. İnsan deyir ki, mənim dilimə bu yatır, sallallahu aleyhi və səlləm. Və yaxud da deyir, Allahumma salli və səllim alə Muhammed. Allahumma salli və səllim alə Muhammed və alə əli Muhammed. Peyğəmbərimiz onun əhli beytinə. Amma çoxları deyirlər ki, Allahumma salli alə Muhammed və alə əli Muhammed. Ora salavat yox, salamı da artırın da. Deyinək ki, Allahumma salli və səllim alə Muhammed və alə əli Muhammed. Peyğəmbərimiz əhli beytinədir. Amma ora salavatından sonra salamı da artırın. Çoxları nədir? Salavatı deyirlər, salamı demirlər. Amma altına buyurur ki, ya yuhəlləzin əmənu, ey iman gətirənlər, sallu aleyhi və səllimu. Salavat və salam deyin deyir. Kamil olması üçün salavat və salam deyirik. Hansı formasını desəniz sayılır. Haram olan şeylər arasında qeybət ikinci sırada, içki içmək 60-cı sıradadır. Doğrudurmu? Yox, elə şey yox. Sən nə gözəl insandır hocam. Bu zamanda belə insanlar baxın görün nə yazır. Deyir ki, salam aleykum, mən verdiyim borcu sədaqə edə bilərəmmi və bunu həmin şəxsə deməliyəmmi? Çünki hər gördüyümdə həmin adamı özüm utanıram deyir. Deməyə ehtiyac yoxdur, sədaqə olduğunu. Yəni siz insana yardım edirsinizsə, o pulun sədaqə, zəkat nə olduğunu deməyə ehtiyac yoxdur. Çünki siz insana verirsiniz, o özü öz istədiyinə, nəyinə ehtiyacı varsa xərcləyər. Yəni borcu istəməyəcək, yəni deyir, yəni borcu qaytarmasın da, deməsin ki, sədaqədir. Hə, deməsin. Yəni borcunu bağışlamaq istəyir insana. Yəni adama borc verib, indi deyir, həmin adamı görəndə özüm utanıram. Deyir, istəyirəm ki, ona o borcu bağışlayım. Yəni bunu sədaqə kimi deməliyəmmi ona? Deməyə ehtiyac yoxdur. Deyək ki, borcunuzu bağışladım. Deyək, borcunuzu bağışladım. Onsuz da ki, borcu bağışlamaq ən böyük savablardan birisidir. Baxın, bir insana borc verəndə borcun müddəti çatandan sonra əgər ödeyə bilmirsə, möhlət verirsə, borc verirsə hər gün o borca qədər Allah ona savab yazır. Amma möhlət çatandan sonra verə bilmirsə, artırırsansa 2 qat savab yazılır. Bağışlamaq isə ən böyük savablardan birisidir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, o dinləyicilərimizə gözəl bir hədiyyə olsun, bu da Peyğəmbərimizdən. Əvvəlki ümmətlərdən biri ticarətçi olur, insanlarla alış-veriş edir, insanlara borc verir. İşçilərini göndərəndə deyir ki, kimin imkanı varsa götürün, kimin imkanı yoxsa sıxışdırmayın, keçin ondan. Və öləndən sonra Allah təala buyurur ki, ey Rəbbim, mən heç bir əməlim yoxdur deyir, bir əməlimdən başqa. Allah nə əməlindir? Allah bildiyi halda deyir ki, insanlara deyir, borcu olan insanları deyir, keçirdim. Allah buyurur ki, sən məndən rəhimli ola bilməzsən, mən də sənin bütün günahlarından keçdim. Ay, nə gözəl hocam. Borcu bağışlamaq həm ona ürək istəyir, həm də ki, böyük bir savabdır. Aynən. Deməli, Qurani Kərimdə ən çox adı çəkilən peyğəmbər hansıdır və cənnət mələyinin adı nədir ki, sual verib? Ən çox adı çəkilən peyğəmbər bizim Musa peyğəmbərin adı çəkilir Qurani Kərimdə. Musa peyğəmbərin adı çəkilir. Bəs cənnət mələyinin adı? Cənnət mələyinin nəyi qəsd edir? Yəni cənnətin, bəlkə cənnətin xəzinədarını qəsd edirsə, Ridvandır adı. Ridvan. Hansı cənnət mələyinin qəsd edirsiniz? Cənnətin xəzinədarı, bütün cənnətin xəzinədarı, gözətçisi Ridvandır, Ridvan. Dinləyicimiz yazır ki, mən namaz qılmıram, oruç tuturam, amma deyirlər ki, orucun qəbul deyil. Biz nə dedik? Tutun, oruc qəbuldur, heç kimsəyə fikir verməyin, narahat olmayın. Bu oruc inşallah sizin hətta namaz qılmanıza da səbəb olacaq. İbadəti Allah üçün edirsiniz. Xahiş edirəm salavat salamı bir daha təkrar etsinlər. Baxın, inşallah paylaşacağım yenə də. Salavatın bir çox formaları var. Hansı forma dilinizə rahatsa onu deyin. Bax, birinci ən qısa forması. Sallallahu aleyhi və səlləm. Bunu ən çox istifadə edib hədis alimləri.
Peyğəmbərimizin yanına ki, qalə Rasulullah, Peyğəmbərimiz buyurdu, mötərizə yazıblar ki, sallallahu aleyhi və səlləm, ən tanınmış formalarından birisi. Həmçinin hədis alimləri nə deyirlər? Biz hədis alimi olmaqla fəxr edirik. Hər zaman Peyğəmbərimizdən hədis rivayət eləyəndə, hədis yazanda salavat gətirirdi. Bizdən çox salavat deyən yoxdur. Hədis alimlərinin bu böyük bir şərəfi. Sallallahu aleyhi və səlləm. İkinci, Allahumma salli və səllim alə Muhammed. Və yaxud da ki, Allahumma salli və səllim alə nəbiyinə Muhammed. Hansı deyirsən? Hətta öz dilimizdə deyə bilər ya bunu. Şərt deyil ərəbcə demək. Allahım sənin salam və salavatın olsun Peyğəmbərimizə. Bu qədər rahat. Və deyək ki, Allahumma salli və səllim alə Muhammed və alə əli Muhammed. Peyğəmbərimizə, onun əhli beytinə. Bir də var salatul İbrahimiyyə, orada İbrahim Peyğəmbərin adı çəkilir. O namazda oxunan salavatdır, təşəhhüddə oxunan salavatdır. Amma o salavat da deyə bilərsən, o salavatlar içərisində ən fəzilətli salavatdır. Amma yol gedirsən, dilin nəyə alışırsa, salavatlardan bir dənsini seç, həmişə onu dinə. Ya da ki, bunu dinə, bunu dinə, bunu dinə, o da olar. Əsas odur ki, dinə. Əsas odur ki, dinə. Salam aleykum deyir, mənim 12 ildir övladım olmur, artıq səbrim tükənib, övladı olanlara qarşı içimdə qəribə his var, paxıllıq deyil, amma özümü çox pis bəndə kimi hiss edirəm. Nə edim içimdəki bu pis his keçsin, çarəsizəm. Yox, pis bəndə kimi hiss etmək doğru deyil. Bu bir, ikinci də ki, yəni Allahın təqdiridir. Allah da Quran-Kərimdə buyurur ki, yəni istədiyinə oğlan uşağı verir, istədiyinə qız uşağı, istədiyinə yəni sonsuz edə bilər. Bu Allahın təqdiridir, hikmətidir. Ona görə də səbirli olmaq lazımdır və bir də ümidsiz olmamaq lazımdır. Çoxlu zikir, çoxlu dua eləmək lazımdır. Yəni əsasən-dəki əstağfurullah zikri, əsasən-dəki salavat zikri insan gərək dilindən düşürməsin. Bizim dinləyicimizdə. Deyir, bura girə bilərəm. Deyirəm, yox. Xarici edik minsə. Hocam. Bir dinləyicimiz sallallahu aleyhi və alə əhli və səlləm. Bəli, elə də demək olar. Gözəl. Nəzərə görə üzərlik yandırmaq şirk sayılırmı? Düzgün deyil də, yəni üzərlik yandırmaq. O otdur da, ot yandırmaqla insan üzərindən, tüstüylə nəzər getmək. O batil etiqaddır. Üzərlik yandırmaqla güya ruhlar qaçır, pis şey qaçır, gözdən qorunursan. Bu doğru deyil, belə şeyə inanmaq doğru deyil. Ümumiyyətlə dinimizdə insan qəlbi üzərliyidir, sonra göz muncuğudur, qol bağıdır, nə bilim belə şey asırlar ki, gözdən qorunmaq, uşaqların üzərinə asırlar. Peyğəmbərimiz sallallahu bunları qadağan edib, çünki ip parçasıdır, belə şeylər insanı qorumaz. İnsanı qoruyan kimdir? Uca Allah Taala. Bayaq oxuduq. Doğru deyil, yəni ot yandırmaqla iştimal şeydir. Bayaq oxuduq, hocam dedi ki, qan verə bilərsiniz. Yəni, bəli, qan analizi orucu pozmur, zəli qoydurmaq orucu pozmur. Hətta hicam elətdirmək belə orucu pozmur. 10 dəqiqə orucumu gec açsam olarmı? Soruşur. Vaxtında açın, yəni əlinizdə olan kalendarla açın, ya bizlə açın. Salam, su içmək dəstəmazı pozurmu? Yox, su içmək dəstəmazı pozmaz. Dəstəmazı mı? Hə, su içəndə var kim Peyğəmbərə salavat deyəsən, yox, su içəndə əlhəmdülillah deyirsən, bismillah deyib başlayırsan, əlhəmdülillah deyirsən, salavatı başqa vaxtı dinə, yol gedərkən dinə. Hə, salavatı dinə, misal üçün dua etməmişdən əvvəl dinə salavatı. Səcdə deyə bilərsən, bəli, hər duadan əvvəl salavatı dinə. Ona görə alimlər gözəl bir fayda sabah toxunacaqdım. Deyək ki, iki salavat arasında olan dua qəbuldur. Yəni nə deməkdir? Allah həmd sənə etdin, sonra Allahı təriflədin, Allahın gözəl adları ilə başladın, salavat dedin, dua elədin, sonra duanın sonunda bir dənə də salavat dinə. İki salavat arasında olan dua nədir? Məqbuldur. Salavat-ı şərifəni oxuya bilərəmmi? Soruşur bir dinləyici. Salavat şərifə deyə belə salavat da yayırlar. Salavat-ı şərifə, təfriciyyə. Peyğəmbərimizdə elə bir şey yoxdur. O kimlər özündən yazıb. Qısa salavatın forması mən dediyim kimidir. Sallallahu aleyhi və səlləm, Allahumma salli və səllim alə Muhammed, Allahumma salli və səllim alə Muhammed və alə əli Muhammed. Salavatın dediyi formaları bunlardır. Suzluq getdi, damarlar islandı. Allahın izni ilə savablar Allah Təala istəyin arzusuna çatdırsın. Uca Rəbbimiz bu əmin-amanlıq yurdunu daimi xoşbəxt eləsin, gözəl eləsin. Əmin-amanlığımız daimi olsun, müstəqimiz əbədi olsun, üç rəngli bayrağımız həmişə yüksəkdə dalğalansın. Çünki bu gözəl vətənimizdə dualar edirik, oruclar tuturuq. Uca Allah əsgərlərimizi qorusun. Allah Təala şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Ən gözəl iftarda dualardan birisidir ki, hər zaman şəhidlərimizə dua edək, onları xatırlayaq. İftar vaxtı, duaların ən gözəl qəbul olan vaxtı. Uca Rəbbimiz ölkə rəhbərimizi qorusun, işlərini müvəffəq eləsin, uzun ömürlər bəxş eləsin. Dua mövzusunda bir neçə gözəl məsələyə toxunaq. Həqiqətən də dua gözəldir, duaların ən gözəl qəbul olunan vaxtı. Allah həmd olsun.
Sualları da bir 5 dəqiqədə suallara toxunarıq. Dualar mövzusuna da bir gözəl duaya toxunaq. Yəni bu da ən önəmli dualardan birisidir. Əlbəttə ki, yəni bütün dualar gözəldir və o duaların da içərisində ən gözəlləri vardır ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o duanı etməyə buyurardı ki, hər zaman bir insan bu duanı etsin, bu dua ilə Allaha yaxınlaşsın. Yəni bütün dualar xeyirlidir. Bir də Peyğəmbərimizin xüsusi etdiyi duaları var ki, Peyğəmbərimiz ona önəm verərdi. Dua mövzusuna toxunaraq daha da gözəl. Bu da sağlamlıq və afiyət üçün dua. Peyğəmbərimizin ən çox önəm verdiyi dualardan birisidir. Baxın, deyir ki, Peyğəmbərimizdən soruşdu. Peyğəmbərimiz buyurdu ki, yəni həqiqətən cümə günü elə bir an var ki, o anda bir müsəlman Allahdan bir şey istəsə, Allah ona mütləq verər. Bunlar nədir? Cümənin son saatlarında. Cümə günü cümənin son saatlarında. Soruşdular ki, ey Allah Rəsulü, o anda nə istəyək, nə dua edək Allah Taala'dan? Peyğəmbərimiz buyurur ki, deyək, Allahumma inni əs'əlukəl affə vəl-afiyətə fid-dunya və axirə. Allahım, dünyada və axirətdə səndən afiyət istəyirəm. Afiyət sözü hər şey içərisinə daxil olur. Afiyət deyiləndə, yəni sağlamlıq, bol ruzi, deyəcək, Allahım, dünya və axirətdə səndən afiyət istəyirəm. Həmin yenə də Peyğəmbərimizdən soruşdu bir nəfər ki, dedi ki, Allah Taala'dan bağışlanma və afiyət istəyir. Üçüncü dəfə yenə soruşdu, dedi ki, Allahdan bağışlanma və afiyət deyən. Çünki sənə dünyada və axirətdə afiyət verilmişsə, həqiqətən sən müvəffəq olmusan. Afiyət nə deməkdir bu dünyada? Yəni sağlam həyat, qorxusuz həyat, xəstəlikdən uzaq olmaq, bəlalardan uzaq olmaq. Axirətdə isə sorğu-sualsız cənnətə girmək. Ona görə hər zaman deyək, Allahumma innəsəlükəl affə vəl-afiyə fid-dunya vəl-axirə. Allahım, səndən dünya və axirət bağışlanma və əff istəyirəm və yaxud da ki, afiyət diləyirəm. Yəni bu duanı insan neynəsin? Dilindən düşürməsin. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin ən möhtəşəm etdiyi nədir? Dualardan birisidir. Həmçinin əlbəttə ki, salihlərin duaları da var. Bir neçəsinə toxunaq. İnşallah daha çox sabah toxunarıq. Yəni salihlərin duaları da var ki, Peyğəmbərimizdən, Quran-Kərimdəki dualardan seçilmiş dualar sayılır. Yəni oradan iqtibas ediblər, götürüblər. Onlar da çox gözəl dualar. Baxın, nədir alimlərdən birisi? O demək olar ki, eşitdiyim hər duanı əzbərlədim və Allaha bu dualarla dua etdim deyir. Baxın. Ona görə də yəni dua bir nemətdir. Allahın mömin qullarına olan nemətin kamilliyindəndir ki, onlara çətinlik və sıxıntılar nazil edir. Bu isə onları yalnız Allaha yönəlməyə məcbur edir. Beləliklə ona ixlasla çağırır, ona Allahdan istəyir. Yəni sıxıntılar, bəlalar özü Allaha yaxınlaşmaq üçün bir səbəb ola bilər. Yəni insanın başına bir gəlibsə, o zaman Allaha sığın. Bəlkə də Allah təala sən uzaqlaşmısan, Allah təala səni yenidən özünə qaytarmaq istəyir. Ona görə baxın, bəzən dua özü belə salih insanla Allaha yönəlməsinin və ixlaslarının dualarının bir nümunəsi ki, onlar hər zaman ehtiyaclarını Allahdan istəyərdilər. O doğrudur hocam. Bir sıxıntı verir ki, həqiqətən Allaha yaxınlaşasan. Bəzən olur ki, insan Allahdan uzaqlaşdığı üçün Allah təala ona sıxıntı verər ki, ona xeyir dilədiyi üçün, onu yenidən özünə qaytarsın. Bəli, belə bir şey var. Çünki nəyə görə? Allah təala quluna xeyir istəyir, Rəbbinə qayıt. Bəzən insan unudur və yaxud da ki, səhlənkar olur, etinasızlıq edir. Allah da onu sınağa çəkər ki, Rəbbinə qayıt. Sənə xeyir istədiyi üçün. Amma Allah təala kimi sevməzsə onu qaytarmaz. Allah təala sevdiyi qulunu nə edir? Geri qaytarar. Yəni baxın, bu dualardan birisi, ən gözəl dualardan birisi İsa peyğəmbərin duası nəql olunur. Gözəl dualardan birisidir. İsa peyğəmbərimiz belə dua edər. Yəni bu duaları mən niyə deyirəm? Yəni şərt deyil bu duanı olduğu kimi oxumaq. Sadəcə yəni bu formada, yəni buna oxşar, gözəl kəlmələr seç. Ramazan ayıdır. Bax belə dua edərdi İsa peyğəmbər. Ey Allahım, sən göylərdə olan ilahsan, yerdə də səndən başqa ilah yoxdur. Yəni göylərin yeri Rəbbi sənsən. Göylərdə hökmran olan sənsən, yerdə hökmran olan da sənsən. Yəni sənin hökmün keçərlidir. Göylərdə səndən başqa hökmran yoxdur, yerdə də hökmranlıq yalnız sənindir. Qüdrətin göylərdə necədirsə, yerdə də elədir. Nə gözəl bir sözlər. Sənin hökmranlığın göylərdə necədirsə, yerdə də elədir. Sənin şanlı isminlə, nurlu üzünə və kamil qüdrətinə and verirəm ki, sən hər şeyə qadirsən. Baxın, gözəl bir dualardan birisi. Yəni burada bir acizlik var, etiraf eləmək var, Allaha yalvarış var. Həmçinin baxın,
Sahabelərdən İbn Məsudun gözəl bir duası var. Deyər ki, Allahım, səndən elə bir iman istəyirəm ki, heç vaxt sarsılmasın. Yəni, möhkəm iman. Səndən elə bir göz nuru istəyirəm ki, heç vaxt tükənməsin. Nə demək gözün nuru? Yəni, ibadətdə olmaq, ailəsi bərəkətdə olmaq. Səndən əbədi cənnətin ən yüksək dərəcəsində Peyğəmbər sallallahu aleyhi və səlləmə yoldaş olmaq istəyirəm. Möhtəşəm bir dua. Yəni, buna uyğun siz də dualar edərkən belə seçin. Səndən elə bir iman istəyirəm ki, heç vaxt sarsılmasın. Səndən elə bir göz nuru istəyirəm ki, heç vaxt tükənməsin. Yəni, əbədi, daimi olsun ibadətlər, ailə. Göz nuru nə deməkdir? Bunu gözəl açıqlayırlar ki, gözünün nuru olması nə deməkdir ki, bir insanın evladını ibadətdə görməsi. Bir ata üçün, ana üçün nədir? Gözünün nuru olması o deyir İslam dinində. Ki, evladlarını ibadətdə görür, evladlarını gözəl tərbiyədə, əxlaqda görür. Səndən əbədi cənnətin ən yüksək dərəcəsində Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə yoldaş olmaq istəyirəm. Baxın, nə gözəl bir dua. Yəni, dua edərkən gözəl kəlmələr seçmək. Bax, misal üçün, sahabələrdən Əbu Muallaq Əl-Ansarının gözəl bir duası var. Deyir ki, ey mehriban Allah, yəni, yə həlim, ey ərşin sahibi, ey uca və şanlı, ey istədiyini edən. Baxın, gözəl, yəni bunlar deyirlər ki, gözəl çağırış. Səndən daimi qalıcı olan izzətinlə istəyirəm. Yəni, sənin izzətin, gücün daimidir. Çünki sənin izzətin heç vaxt aradan qalxmaz, zəifləməz. Mülkün isə heç vaxt tükənməz. Səndən ərşinin sütunlarını dolduran nurunla istəyirəm ki, mənə üz verən bu bəlanı aradan qaldırasan. Ey ehtiyacsız edən, baxın nə gözəl bir söz, məni ehtiyacsız eylə. Ey ehtiyacsız edən, məni ehtiyacsız edə. Nə gözəl bir söz. Daimi izzətin ki, aradan qalxma nə deməkdir tükənməz mülkün? Yəni, ey Rəbbim, sən elə bir izzət sahibisən ki, heç kim sənin izzətini zəiflədə bilməz. Sən elə bir mülkün sahibisən ki, heç kim sənin mülkünü azalda bilməz, əlindən ala bilməz. Yəni, heç kim səni məğlub edə bilməz. Heç kim hökmünə müdaxilə edə bilməz. Heç nə sənin hökmranlığın ucalığını azalda bilməz. Bu ifadə Allahın əzəmətini, qüdrətini, izzətini, yəni Allahın əzəmətli, izzətli, qüdrətli adları ilə Allaha yalvarmaq. Gözəl bir, yəni duanın qəbul olunması üçün. Həmçinin sahabələrdən Hudeyr deyən bir sahabə var, gözəl bir duası var idi. Baxın, bu çox möhtəşəmdir, həqiqətən də. Deyir, Allahım, necə ki sən məni unutmadın, eləcə də məni səni unudanlardan etmə. Yəni, əgər Allah təala sənə bir gözəllik bəxş edibsə, iman deməli, Allah səni unutmayıb, sənə önəm verir. Allahım, necə ki sən məni unutmadın, eləcə də məni səni unudanlardan etmə. Möhtəşəm bir dua. Əslində, yəni bir insanın Allaha sığınması gözəl bir şeydir, belə dualarla Allaha dua eləmək. Həmçinin, yəni nə demək istəyir bu duanın mənasında? Ey Rəbbi, necə ki sən mənə lütf etdin, mənə nemətlər bəxş etdin, eləcə də məni bu nemətlərin şükrünü yerinə yetirməyə və sənə gözəl ibadət etməyə müvəffəq elə. Bu deməkdir. Yəni, sənə ibadət etməyimi mənə nəsib etdin və məni qəflət içində olanlardan etmə. Yəni, əgər sənə yeni bir nemət bəxş edilirsə, Allah səndən bir bəla uzaqlaşdırırsa, borcunu ödəyirsə, səni bir xəstəlikdən şəfa tapmağa müvəffəq edərsə, ehtiyacını yerinə yetirərsə və ya işləri asanlaşdırarsa, Allaha şükür səcdəsi ilə. Çünki Allah sənə bunu edib. Allahım, necə ki sən məni unutmadın, eləcə də məni unudanlardan etmə. Bax, nə gözəl. Həmçinin Hüseyin ibn Əli imamlardan gözəl bir duası var. Nə deyir Sufyan Sovri? O duanı edəndən sonra nə qədər dua, nə dua etsin, Allah mənim duamı qəbul etdi. Niyə? Duada bir acizlik var. Baxın, hər zaman dua edərkən acizliyini etiraf elə. Sən aciz qulunum. Nə deyərdi Hüseyin ibn Əli? Yəni, baxın, çox möhtəşəm dualardan birisi. Deyər ki, sənin balaca qulunam. Qulun da demir, balaca qulunam deyir. Sənin lütfüne möhtac olan balaca qulunam. Sənin fəzilətinə ehtiyac duyan bir balaca miskinəm. Hamısında balaca sözünü istifadə edir. Miskinin də balacası, fağırın da balacası. Özü Kəbədə gördüm deyir, dua edir deyir. Bir də baxdım kimdir? Hüseyin ibn Əli. Nə deyir? Baxın, sənin lütfünlə istəyirəm. Məni düşdüyüm sıxıntıdan qurtar və çətinliyimi aradan qaldır. Baxın, nə deyir? Balaca qulunam. Yəni, kiçik formasında deyir. Bu da Allah qarşısına tam itaət və təvazükarlığı ifadə edir. Miskinəm demir,
yəni miskini belə balaca formada deyir. Yəni Allaha qarşı tam acizliyi və ehtiyacını göstərir. Bax bu deyir ki Sufyan Sovri nə zaman deyir Allaha deyir bu dualarla yaxınlaşdımsa, yəni dualardan əvvəl o imamın etdiyi dua ilə Allah mənim dualarımı qəbul etdi deyir. Baxın imam nə gözəl sözlər seçir. Özü də deyir Kəbədə edərkən eşidir. Öz axşam vaxtı gəldim gördüm ki deyir Kəbənin ətrafında sakitçilikdir. İnsanlar yəni həcc vaxtı olur, yatıblar, dincəlirlər, uzanıblar, heç kimsə yoxdur deyir. Gördüm bir nəfər deyir Kəbənin yanında dua edirdi. Boylandım görüm görəsən kimdir deyir. Hüseyn ibn Əlini gördüm deyir. Sənin balaca qulunam. Sənin lütfüne möhtac balaca qulunam. Sənin fəzilətinə ehtiyac duyan bir balaca miskinəm. Səndən sənin lütfünlə istəyirəm. Məni düşdüyüm sıxıntıdan qurtar və çətinliyimi aradan qaldır. Baxın hər zaman yəni salihlərin, sahabələrin, imamların dualarında bir nə var? Ecazkarlıq. Yəni insan öz acizliyini etiraf etməsi. Ona görə də bu çox önəmlidir. Yəni dua edərkən belə sözləri seçmək, dua edərkən gözəl kəlmələr seçmək. Həmçinin Peyğəmbərimizin bir də möhtəşəm bir duası var. Buna ruzu duası da deyə bilərsiniz, başqa bir duası da deyə bilərsiniz. Peyğəmbərimiz bunu nə zaman etmişdi? Demişdi, Allahım, həqiqətən səndən fəzilətini və mərhəmətini diləyirəm. Çünki onların yalnız sahibi sənsən. Allahumma in əs'aluka min fadlika və rəhmətik fə innehu la yemlikuha illə ent. Öz dilimizdə deyə bilərsən. Allahım, həqiqətən səndən fəzilətini və mərhəmətini diləyirəm. Çünki onların sahibi yalnız sənsən. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu duanı Allahın fəzilətinə, mərhəmətinə möhtac olduğunu göstərir. Peyğəmbərimiz nə zaman deyir? İbn Məsud buyurur ki, Peyğəmbərimiz yanına bir qonaq gəldi. Peyğəmbər həyat yoldaşlarına xəbər göndərdi. Yemək gətirsinlər, lakin onların heç birində yemək tapılmadı. Bunun üzərine Peyğəmbərimiz bu duanı etdi. Allahumma inni əs'aluka min fadlika və rəhmətik fə innehu la yemlikuha illən. Allahım, həqiqətən səndən fəzilətini və mərhəmətini diləyirəm, çünki onun sahibi yalnız sənsən. Deyir ki, biraz vaxt keçmişdi, əsr namazına yaxın, Peyğəmbərimizə bir qoyun hədiyyə edildi. Dedi ki, bu Allahın fəzilətidir, hələ rəhmətini gözləyirik, mərhəmətini gözləyirik. Baxın, yəni bu dua insan Allahda geniş fəzilətini istəyir, hər şeyi əhatə edən mərhəmətini diləyir. Yəni bu insanın Allahın lütfüne ehtiyaclı olduğunu göstərir. Salihlərdən birisi deyir ki, nə zaman sıxıntım oldusa bu duaya sarıldım deyir. Allah mənə deyir, ummadığım yerdən qapı açdı. Çünki onların sahibi yalnız sənsən. Nə deməkdir bu ifadə? Yəni yeganə Razzaq, ruzu verən sənsən. Yəni heç kim onun fəziləti və mərhəməti olmadan bir şey əldə edə bilməz. Ona görə də Peyğəmbərimiz qonaqları üçün yemək tapmadıqda bu duanı etdi. Ondan dərhal sonra bir qızardılmış qoyun əti gətirdilər ona, qoyun gətirdilər. Peyğəmbərimiz bunu Allahın fəziləti adlandırdı, neyməti adlandırdı. Hələ deyir, mərhəmətini gözləyirik. Mərhəmət deməli daha üstündür. Həm dünya, həm axirət. Yəni bu ən möhtəşəm dualardan birisidir Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin. Digər dualar da var, vaxtımız yoxdur. İnşallah sabah toxunarıq Allahın izni ilə. Hocam nə qaldı? 2 dəqiqə qaldı. 2 dəqiqə mənə sual səsləndirim hocam. Bir sual da səsləndirə, eyb etmə. Sonra duaya keçərik inşallah. Yaxşı hocam. Allah sizdən razı olsun. Yazır dinləyicimiz. Mənim deyir bir qohumum var deyir. 70 yaşı var. Səhərlər heç bir şey yemədən oruç tutur. Axşama qədər məcbur edirik, amma çox az yer, narahatıq. Bir şey söyləyin ona buradan. Çünki deyir bu sizdən eşidib ki, az yemək lazımdır. Az yemək, yəni insan öz necə deyərlər? Deyir hoca belə deyir. Yox, insan öz dərəcəsinə görə, insan öz çəkisinə görə, amma bütün yeməkdən imtina edib özünə zərər vermək deyilmir. Həddindən artıq yemək ki, o yemək insanı namaz qılmağa çətinlik. Amma ki sən lap az yeyirsən ki, sonra taqətsiz qalırsansa, bu da düzgün deyil. Peyğəmbərimiz belə deməyib baxı. O özündən biraz da şirdib. Azan verildiği zaman tıxac olanda adi su yox, şirin suyla falan iftar aça bilərəm. Maşında olan şirin suyla, taksi sürücülərimiz soruşur. Meyvə suyu ilə, kola ilə hər şeyini aça bilərsiniz. Nə istəyirsiniz? Aça bilərsiniz. Amma gecikdirmək olmaz elə deyilmi? Hə? Gecikdirmək olmaz elə deyilmi? Hə, vaxtında açın. Kofe ilə, nə ilə aça bilərsiniz. Vaxtında açılmalıdır. Mənim də bir rəfiqəm var, oturur gözləyirəm. Nə gözləyirsən? Deyir, qoy biraz da keçsin. Yox.
Deyirəm, Həzan, əlindəki kalendardır, ya kimlə açırsan, necə açırsan, məsciddən açırsan, vaxt girdi aç, gözləmə. Açmalısan, deyilmi hocam? 10 dəqiqə çox olsun ki, daha yaxşı olacaq deyə bir şey yoxdur. Ay sağ ol. 10 dəqiqə çox olanda bu qızın savabı bizdən çox Duaya olacaq. başlayaq inşallah. Suallar Başlayaq. sabaha qalsın. Bir dənə sualı deyim Nə? hocam nə olar. Deməli işi ilə əlaqədardır. Heç cürə namazlarını vaxtında qıla bilmir. Soruşur ki, birləşdirir gəlir evdə qılır. Soruşur ki, orada, yəni iş yerində namazını oturan yerdə qıla bilərmi? Qıla bilər, amma niyə? Ayağındakını da çıxarda bilməyəcək. Yəni niyə namaz çox yerlərdə namaz qılırlar, iş yerlərində qılırlar namaz. Burada mümkün deyil hocam. Oturan yerdə qıla bilər. Otursun mu? Bəli, qıla bilər. Ayağındakını çıxarda bilmir, üstündən məs çəkə bilsin. Bəli, dəstəmazda halda giyinsin, ayağında elə işçilər var ki, misal üçün corabın üzərindən də böyük ayaqqabı geyirlər, deyə ki, misal üçün yanğı söndürən olsun və yaxud da misal üçün neft işində işləyənlər olsun. O dəstəmazlı halda giyinəndən sonra üzərinə məs çəkə bilər. Bu onlar üçün rahatlıqdır. Məs çəkə bilər yəni Bəli, o bəli, ayaqqabının bəli, üstünə. bəli. Tamam hocam. O keçək onda dua. Ey mərhəmətlərin ən mərhəmətlisi, ey bənzəri tayı bərabər olmayan Rəbbimiz, əllərimizi sən açmışıq, bizləri rəhmətindən məhrum etmə. Biz çox acizik, ey Rəbbimiz, günahlarımızla özümüzə, nəfsimizə çox zülm etmişik. Bizi bağışla, ya Qaffar, ya Rahim, ya Rəhmən. Allahım, həmdin təkcə sənə məxsusiyyətnaminə səndən diləyirik. Səndən başqa ibadla haqq məbud yoxdur. Təksən heç bir şərikin yoxdur. Lütufkar və səxavətlisən. Ey səmaların və yerin xaliqi, ey cəlal, əzəmət və kəramət sahibi, ey əbədi və əzəli olan, səndən cənnəti istəyir və cəhənnəm atəşindən sənə sığınırıq. Ey Rəbbimiz, səndən çox razıyıq. Sənə həmd sənalar olsun. Sənə çoxlu şükürlər olsun. Sənin çoxlu salamın, salavatın olsun Peyğəmbərimizə, onun əhli beytinə. Ey Rəbbimiz, Peyğəmbərimizin mübarək əllərindən Kövsər hovuzunun suyundan içənlərdən elə bizləri. Ey Rəbbimiz, bizləri haqq yolunda sabit eylə. Allahım, ruzimizlə, qismətimizlə, xoşbəxtliyimizlə və oğlumuzla aramızda geniş qapılar aç. Sən qapıları açanların ən xeyrisən. Ey Rəbbimiz, həqiqətən sənin bizə göndərdiyin hər xeyrə möhtacıq. Allah hər şeyə ruzi verən qüdrət sahibi sənsən ey Rəbbimiz. Allahım, bizə bol və geniş ruzi nəsib eylə. Halal və bərəkətli ruzilər nəsib eylə. Halımızı ən yaxşı hala çevir. Borclarımızı ödə və bizi yoxsulluqdan, imkansızlıqdan qurtar. Ya Vadud, qəlblərimizi sevginlə, nurunla doldur. Bizləri çox sevdiyin, razı qaldığın qullarından eylə. Bizləri gecə namaz qılanlardan eylə. Şərəfimizi, dəyərimizi artır. Sənin ayələrini dərk edib, ona əməl edən qullarından eylə. Ey ucalına inandığımız, rəhmətinə sığındığımız, yardımından heç ümid kəsmədiyim ilahımız, bizi bağışla, bizə rəhm eylə, bizi doğru yola yönəlt, bizə can sağlığı və bol ruzu bəxş eylə, bizi islah eylə və ucat. Allahım, bizi ruzləndiyinlə qənaətləndi, onu bərəkətli eylə, hər bir itirdiyimiz əvəzinə daha da xeyirlisi nəsib eylə. Ey Rəbbimiz, sənə sonsuz şükürlər olsun, həmd olsun. Ya Saməd, bizi elə zəngin et ki, səndən başqasını əl açmayaq. Ey əzəmətli olan, ey hər şeyə gücü yetən, ey mərhəmətlərin ən mərhəmətlisi, ey şəriksiz olan Rəbbimiz, lütfündən layiq gör bizi. Sənin qəzəbinə düçar olmaqdan sənə sığınırıq. Ya Şafi, xəstəmizə şəfa ver. Ya Fəttah, subaylarımıza evlilik qapılarını aç. Salih övladlar bəxş eylə. Dualarımıza cavab gecikir deyə ümidsizliyə qapılanlardan eyləmə bizləri. Dualarımızı qəbul et. Ey Allahım, ya Mucib, ey mərhəmətli, qüdrətli, sonsuz səxavət sahibi, ruzumuzu bol bərəkətli eylə. Dünya üzüntüsündən sənə sığınırıq ey Rəbbimiz. Vaxtımızı sənin xeyir bildiyin, razı olduğun gözəl əməllərlə keçirməklə müvəffəq eylə. Ya Mənnən, ya Zəlcəlal və İkram, sənə dost doğru ümid edən qullarına eylə bizləri. Ey Rəbbimiz, sənə dualar edirik bu gözəl əminamanlıq yurdunda. Ey Rəbbimiz, sən bizim bu gözəl vətənimizi qoru. Üç rəngli bayrağımız həmişə yüksəkliyə dalğalansın. Sən bizim ölkəmizi məkir düşmənlərimizin hilələrindən qoru. Ey Rəbbimiz, sən bizim Ali Baş Komandanımız, rəhbərimiz İlham Əliyev cənablarını qoru. İşlərinə müvəffəq eylə, uzun ömür bəxş eylə, başını hər zaman uca eylə. Əskərlərimizi qoru, sağ-salamat ailələrini qovuşdur. Vətən müharibəsində şəhid olanlar şəhadətini qəbul elə. Dərgahında ən yüksək məqama yetişdir. Ey Rəbbimiz, bütün kainatı heyrana salacaq əzəmətli güc və qüdrətini düşmənlərimiz və ölkəmizə qarşı hiylə quranlar üzərində bizə göstər. Ya Qahhar, sən hər şeyə qadirsən. Allahım, ruzumuzu bol bərəkətli eylə. Ev olmayanlara gözəl geniş ev nəsib eylə. Evlənməyənlərə gözəl ailə qurmağı nəsib eylə. Övladlarımız sənə itaat edən, səni sevən bəndələrinə eylə. Dünyasını dəyişən valideynlərimizin məkanı cənnət eylə. Sıxıntısı olanların sıxıntısı aradan qaldır. Borcu olanların borclarını ödəməyə yardım eylə. Dünyasını dəyişən valideynlərimizin
valideynlərimizi yeni cənnət eylə. Sən bizləri valideynlərimizlə bərabər cənnətdə Peyğəmbər sallallahu aleyhi və səlləmlə bir yerdə eylə. Həyatda olan valideynlərimiz ömrünü uzun, xeyirli, bərəkətli eylə. Ya Bəqi, ya Cəmil, sonumuz gözəl elə. Gözəl sonluqla sənin dərgahına qovuşan qullarından eylə. Amin, amin, amin.